Hop. Müəllim, bunun parlaklığını arta bildik. Neyini? Parlaklıq, ekran parlaklıq. Artmadaq. Sizdə FM funksiyası deyil. Hə, heç. Mən özümdə öyrətmişəm FM-i. Bir-birini çağıran funksiyalar nə deyildik? Funksiya metodu eyni şeydə. Rekursiv. Aha, rekursiv deyildik. Rekursiv nədir abi? Public, static. Ayrılmışdır. Bir-birini çağırmaq nə deməkdir? Bir-birini çağırmaq. Hə. Və yaxud ikisi də deyə bilərik, fərqi yox. Return ona aid. Return'da hansısa bir dəyər yerinə özünü çağırır. Bir görəcəksin yazıda. Müəllim, düz xətt hardadır sizdə? Düz xətt, məndə enter üstündə olmalı. Hə, tapdım. Abi dedik ki, metodlar neçə cür olur dəyər qaytarmasına görə? Ay, sağ ol. Məsələn, bir dəyər qaytaran, ya bir qaytaran. Biz main içində yazan Əks, else-dən yaza bildim də. Yox, Yine return var burada. Statiki biz nə demişdik? Statiki yazanda, Bu düymə hanı? çağıranda klaslarını yaratmışıq. Elə olanda məlumat basın. Elə mən də o yoxlayıram. Mən orada bu faylit yazmalı deyə, taba vursaydı gələcək. Girib ki yazar, mən deyirəm, o lütfen. Müəllim, qəcibədir, sağ tərəfdən onluq yoxdur, taşıram. Hə, yaxşı da bildim. Ben de işteki kampiyonuna becerəndə əlim qarışır. Bütün yolda yazıldı ki, əlim qarışır. Müəllim, çox şeydir, fərqlidir. Bizdə də işte belə geçər kompüterdə klaviatura çak eləyirdi, belə səs olur. Mexaniki. Esat verək. Faktorial. Məsəl üçün 6. Onu statiki yazıb, maildə klasına bilgi yaratmaq üçün matematikçilərdən. Mən bu arada özüm də bilməm. Prosta bir dəfə yazım görürəm, xəta çıxır, götürürəm esatla verirəm. Bir dəfə görürəm çıxmır, normal adını yazırım. Mən burada boğazımı boş yerəm. Çaşıram, müəllim, hələ çaşdıram. Belə normal bilirəm, statik olanda esas verib birbaşa tanıyır. Amma o kod vasitəsilə işləyəndə, onu eləyəndə aləm dəyər bilmir. Nəsə çıxdı o. Bəli, 6. 126. Aşağıya da kodu görsünlər. Bax, fikir verirsiniz, return n yazır, n zaten adaptive. Təzdən fikir verir, metodun adını çağırır. Faktorial təzdən çağırır. Müəllim, biz bunu rekursiya budur. Burada S yaradıb, returnsüz yaza bilirəm birbaşa, n vurulsun, n çıx bir kimi. S yaradıb, S necə? 0 qoyun, necə? Yox, məsəl üçün, if bərabərdir budsa, əks halda S bərabərdir, n vurulsun, n çıx bir də, yəni birbaşa. En çıx 1 eləyəndə, o bizə nə olur? 6 vur 5 olur. En çıx 1 olsa 5 daxı, sən onu faktorialı bildirməlisən ona. Biz faktorial yazanda öz başa düşürlər bunu faktorial. O metoddur da. Sən ora məsələn faktorial yox, bir də başqa bir şey yaz. Məsələn, bunun yanında 1 yaz. Burada adı dəyişdi. O gün fərq yox. Gördün? Gel bu nədir mən verirsən? İndi bunu belə yazsam olmur. Olur. Oldu da məndə. O metodun adıdır da. Hə də məndə. Mən elə deyirsən ki, aşağıda o returnda faktorial yazılır. Yox, mən deyirdim ki, məsəl üçün n vurulsun, başqa ad olanda n çıx 1 var. Yeni bu formada olanda 6 vur 5 kimi fikirləşir. Metodun adıdır. Rəng dəyişdiriyor. Oraya sıfırlat, nə fərq var? O faktorial sözündən bir şey başa düşmür. Bu, məsəl üçün bizim endimiz 6-dırsa, bu biri tərəf 120 kimi başa düşürlər buranı, hə, öcək? Yox, bax, o nə fərq olur? Sən birinci 6 vermişsən, hə? 6 gəlir, burada olur. Bu olur 6. Dövr edir ancaq. Sonra vur faktorial n çıx 1, faktorial 5. 6 vur 5. Bu təzən yenə özünü çağırır.
Uji 5 olur da 5 vur, 5 çıx. Hə, gəlib return Dört. 1-ə kimi çıxır, Hə, orada return uji 1 yan. kimi çıxır, əlsi sonra Hı. diyan. Sağ ol. Lam yapışı düşdün. Keçin. Ram sən. %100 başa düşdün. %100 ispat etmiş vaziyette diyor bakacağım. Ümid edək. Mən deməli sonra oxa verirəm. Mən baxa bilərəm. Bax sən. Olmasa. İkinci defa return o da Hə, ayşə, rekursiv eləyən odur. Rekursiv eləyək, bax bu vur faktorial deyirsən, təzə metodun içində öz metodunu özü çalır. Odur. Seymur. Любой yarattığımız ikinci retur faktör rekursif metod için diyor. İkinci retur yarattığı faktör. Ayşə, burada Burada rekursif için diyor. ayşə, özünü çağırıram görsən. Mən burada məsələn return nə bilim, prosta 5 6 yazsaydım, o rekursiv deyildi, normal metod idi. Ayşə, özünü Məndə çağır. return extring var idi bir dənə. Return string. Seymur yazdı, Seymur cavab yazdı təbii ki. Gəl Seymur. Mən yazmam. Yazmısan, eşitdim. Kömək edirəm. Gəl, gəl. Yazmısan deyərim edirəm. Gəl. Kömək edirəm. Kodversi yazmışsınız da. Bəli. Yazmışım. Benim ekranda Amma paylaşım. qabaqda yox, mən də. Aa, paylaşım ya. Niye sensin kısaltmıyorsun? Gəl qabaqda. Ben Zibanati yazdım. Bana için Eyvallah. yazıldı. Niyə? Nasıl beceriyorsun? Aynen. Yazdım da burada. Bırak qabaqda. Bırak ben burada cesaretim var. Semur sen gözlüyoruz. Sen ol. Size kompüterde gösterelim. Sen ol. Sizin Kompüterde elimde olur. Neyse, o sen adamdan gidiyor. Sen kimsin? Yok bir daha. Kanalın yok. Ben sana kömək edirəm. Sen bana versin ki ben bilirəm. Sen her şeyi öğreneyim. Lütfen sen yazmışsan. Evet. Ben Allah korusa gelen haftadan sonra başlarım. Gələn həftə də yox. Yani biz kendine soyuyoruz. Gelen haftan 20'sidir. 22'si yok. 23'üne yazırsın. Ben de inşallah 25'inden sonra tam üstəçim. Ümit edək. Ben böyle yazdım bu tavşları. Her şey yok. İndi yok. İndi Semur'un sual var. Mənim yox. Benim. Ha, sual. İkisi de almadım. Ama ben 40 halım var. Şey, ben diyeceğim 20 zaten. Hamısı 7 kıyıya seçsin. düşmüşüm şuna ha. Ay. Şu 60 var. Birazdan 7 yazar. Biraz. Yok ben ona hemen versin. Çok önemli. Gör publikin yanındakı nə idi, bax oradan. He? Publikin yanındakı nə idi? Public class kaka. Ay, tamam. Onu müəllim tapandan sonra. Tapacaksın. Gir oraya. Ya Allah. Ya da sol başı. O biri. Sol O sol biri. sol. Ay, tamam. Yaz oraya kod ver. Ay, sonra gir oraya. Ben dedim 5'lerden falan. Practice. Ben bu 5'lerden falan yere bakıyorum. Ben 5 üzeri 4 yılım. Şimdi 20 üstte. Bir kilo falan yıkar. Ben için az yalan diyorum. 5 kıyı. O vaxtı Sənan mənimlə yarış edirdi. Şimdi daha çox yıkar. Sonra mən başımı bıraktım. Sana lazım 1100 diyorsun. Sonra başımı bıraktım ve getdi yerə seçdim. Ben size bir kuyuluk var yazarım dersin. Bir Q'nu inanmıram, amma 2 Q'u yazırım. Bir Q'da bir dəfə bilən Tağı necə dedi mən? Return string yazmıyor. Aşağı düşsən orada gəlməlidir. Mən çünki orada sırayla sizə verirəm. New Year's eləmə. Bax, onu most kompleks elə. Yuxarıda. New Year's eləmişsən. ISO. Onu most kompleks elə. ISO. Bir də aşağı düşəndə gələcək. Bax, aşağı düş. Zaten. Düşmə orada sizə sırayla atdım. Sırayla. Hə, aşağı düş. C# deyirsən bunu Adı nə idi? Return string. Ha, bu. Yox, yox. Reverse. Burada yol negativ. Ben de C# dedim ama. Yo, prost mən C# yazmışam. Ha. Cavabda gələcək. Cavab. Ben o C# yazdım. JavaScript'te yazmışam da Java yazdım. Return string space bu. Yox, bu deyil. Yok ben de bunu değil. Değil bu da. Başa düşməm. Bu nəyə yazamadı? Ben de bu boşa düşmüyorum. Ben de değilim. Nəyə başa düşməli? Tabii, Çünki bu- O protein içerisinde neyim, böyle küçük içerisinde neyim, o ne değil. Saçma Allah sapan. sən saxla. Metoda bir dənə ad yazıram. Məsələn, for. Aha. Return'da da yazıram ki, salam.
Ben onu çeviriye verdim. Çok gizli bir şey çıktı. Ben de onu tercüme edemem Allah'a. Siz bilirsiniz neymiş? Ben normal hayatta WhatsApp'a cevap verirəm. Ben narahat eləmək istəmirəm. Heç narahat eləmirsən. Mən azı gördüm. Ben de bir gün sabah mezun olsun. Başınız karışıktı. Ona Heç göre başım eləmədi. Ben bu tapşırığı işledim. Saat 3'ün yarısıydı. Olsun da. Ben Sen 3'ün yarısına az başladım. Sen şu cevap verirsin. Neyin o? Yolda susmak ne bu? Ben de bundan sonra başka izah vardım ve size. Həqiqətən kim istəyir mən yazaq. Ben aslında böyle şeylerde Rektor mu? adi aktörün baktım. Ben de neden tez sual soruşan bir. O senin sarışın şey ayıptır. İstədiyin soruşa bilərsən. Yaz ora salam. Ha oradakini çəkirəm. Ya yazırım da burada. Özümüzdən yazmışıq. Artıq üstə gəl. Ben hala Tutuyor. Neyim? ben yukarıda da kalkıp hesapla daha doğrusu neyime bir tane ad mühendisiyatım kazanır. Neydi? Söz Sözde neydi? sayıda havacıyım. Havaydı ne var? Tapşırıq neydi? Ben de hemen sualı İngilizce şaka yaptım. Onun cevabında yazanlar ayrı sohbet edeyim. Ya burada da bu belə işləyir də mənim normalda. Ya. Ha, main'de Main'də çağır. Prosto yok, class'tan. Create nə? SO-atla yaza bilirik də. Yok, metodun adını verdim. Class kata da değil, siz class katanın obyektini yaratmazsınız. Orada main'in bir şey. Orada main'in. Bizdə də gəlməli mən belə Ben yazmışdım. o ise main'in değil. Main yox, aşağı yox bizdə də. Şeyimin indi yazılı hesap main olan istediği o faktörlerin altında olan başka Ha. Main'in içi değil orada. Main'in içi değil. Söldür. Bu mainin sölüdür. Main'den sonra da SO-atı burada verir. Main'də verirəm. Hesap main'ine yazarsan main yukarıdadır. 100%. Ben 100 Şimdi var. main burada da SO-atı verirəm də main'də. Ödemeyin. Nə çıxardırsan mənə yuxarı? SO-atı burada verdim də, aşağıda vermədim ki. Ver. Üstündə verdim o yadımda. Bence mesela o bağlamıştım özümün altından faktörlerin metodunu. Ha, kata.grid. Kata.şey. Kata. Grid idi. Rahmet. Uzun deyil. Qalaya yazmaq O üçün. katanayla yaz büyüklüğünüze yazabilirdik. Necə yazalım? Katanın obyektini yaratıp Kata beraber. Main'də olmasa. Main'də olmasa. Yok öyle mail için. Sen Main kata içinde nokta vermense yaratsan. kata beraber değil mi? Kata yazılıyor. Ondan sonra bir başka hesap yazalım. Çünkü sen onu yazıyorsun. Aziz o. Başka koydu. Ha, doğru ne? Tırnaktan sağ. O da yok. O da yok. O da olur. O bu var. Bu da olar. Bu da olur. Şu niyə əsəbləşdirirsən? Olmadı. Yaz. Oldu. Başı üstə çıxır. Beş ay. Ha, falan. Sen neymişsin? Benim vallahi ilgi kalmıştı. Deməli, Rıfan, bunu kata.grade yazmayıb necə yazabilirdik? Objekti yazın. Ay, stop. Lamya obyekti necə yaradırıq klasın? Biz burada ne yazdık? Ne yazacaq? Yazacaq o kata., məsəl üçün B bərabərliyi kata, B.grade. Tahmin edirsən B. Nöqtə ilə. Ha? Olmaz kartlar. Onda da kata.'ya gedək burada yenə. Yəni verdiyin adı, özünə kata.'da B verir. Kata B bərabər new kata B-nin adı. Yəni məcbur deyil. Sən yazılı yox. Başqa kod görsən yaza bilmədiyiniz səs var. Okey. Sorun zaten. Nə? Ben kodu yazmışam. O tarafa atanda hata vermiştim. Sağ böyle bir şeydi. Bize 3 tane ameliyat verirdi. Toplamak saat. Toplamaya basanda toplasınlar. Tıkmaya basanda çıksınlar. Formulu yazmıştım. Sonra geldim yukarıda. Burada yazmıştım. Ben bunu insan söyledi. Bu çıkıyor. Aynen. Sen objekt yaratmam ya. Kodu düzgün mü? Bu klasa resim yaratırsan. Yok. Ben hesabımın içinde yazdım. Bunu yaratırsan kodu. Mesela.
Yazdım. Ama yazdım beraber. Orada. Normalde bir tane esas verir bir başa yazdım. Onu da alacağım sonunda. Ben yine de onu okuyorum. Yazdım sana. Tek yazdım. Evet, evet. Yok. Bu arada mı? Yani efendim, yazmadan bir sizi tavsiye ederim. Onu takma gayret. Hı? Onu takma gayret. Ben katan domainini yaratmamışım. Ben onunla katan domainini yaratmamışım. Ama başka şeyler var. Ama hiçbir şey düzelttiyse buna ihtiyaç yok. Ben siz klasa yaptınız. Getirsin belirlenmiş. Klasa yapalım. İnter bir değer vermez. Yine şunu burada. İnter değer vermez. Şey, yukarı seçim parçayı konusunda değer versin. Ben hesapta veririm. Burada verir. Hesapta verilmiş ondan. Hesapta verilmiş. Daha burada verir. Hesapta verilmiş. Gelmek kanalına yazmışlar. Basic population. Basic mass. Neyse şey. Kıbrıs'tan başka sual olan. Lamya hamısı işləmsən. Atmısan, xal verir. Niyə də bilməlisən? Oraya neyini deyir? Orada şükür tapşırmaya göstər. Ben biz hemşe most complete istiyorsan seçin. Ha, yok, most complete seçin. Yurda telefon sürü var diye hesaplar olabilir. Onca kalogram verirler. Ama most complete kurtarından sonra verecek. Nermin yazdın Fibonacci'ni. Evet. Aç ekranı. Göstereyim. Aha, aç ekranı. Peki.
Görünür müəllim. Aha, görünür. Bizə FIFA şərəti özündən əvvəl gələn 2 ədədin cəmi deməlidir. Məsələn, 0-1, 2 bu 0-la 1-in cəmidir və yaxud da 3 1-lə 2-nin cəmidir. FIFA şərəti belə irəliləyir. Biz bunu ikinci yazı əslində massivdə də yaza bilərik, amma mən belə yazmışam, massivdə göstərə bilərəm. Deməli, biz birinci nə qədər ədəd olduğunu yazırıq, ona görə bir n dəyişən veririk. N istədiyimiz qiyməti verə bilərik. Sadəcə sadə olsun deyə mən 10 verdim. Yəni ona qədər ədəd veririk. Sonra biz cəmləməsi üçün bu birinci ədəd verdim, sonra ikinci ədəd verdim. Bunları da 0-1 olaraq təyin edirdim. Sonra bizim də cəmimiz olmalıdır ki, biz üçüncü ədəd tapmaq üçün bunların ikisini cəmləyə bilərik. Sonra onları for dövrünə salırıq. For dövründə bizim uzunluğumuz bu verdiyimiz n qiyməti olur. Mən bunu 10 yazmışam, bu burada 10 götürəcək. Sonra bu ədədlərimizi cəmləyirik. Cəmləyəndən sonra samı çıxardırıq. Çünki artıq cəmləyib bir ədədimizi tapdıq. Samı çıxardandan sonra həmin ədədimiz gəlib bizim ikinci ədədimizə bərabər olur və belə artır. İkinci ədədimiz də elə sama bərabər olur. İndi məsəl üçün 8-ə qədər olanda cəm neçə verir? Necə? 8-ə qədər olanda, məsəl üçün 13 və 21 olmasın. Cəm mənə nə verir? Sonda nəticəni alıram. 58 verir. Sən hər dəfə hesabı çıxarırsan. Mən istəyirəm ki, ən sonunda mən cəmi çıxarsın. Ümumi cəmi istəyirsiniz? Hə, ümumi cəmi istəyirəm. Ümumi cəmi üçün onda bu hesabı götürüb aşağıda verirsən. Siz dərsdə boş. Dərsdə boş. Hər dəfə verir. Mən elə istəmirəm. Mən istəyirəm ki, ən sonunda versin. Return sonrası. Elə ki, bax, hər döngüdə sənin esaatın mənə bir cavab verir. 1, 2, 3 yoxsa çıxardır onu. Mən onu istəmirəm. Mən istəyirəm ki, sonunda 34 çıxarsın. Ki, yəni o 8-ə qədər olanda... Yəni, onda forun içində sum plus bərabər i yazırıq. Elə yazırıq. Yaz. Sum bərabər sum plus bərabər belə. Ax, yuxarıda onu yazmışsan. Ne olsun da sum bərabərdə F1 üstə gəl F2-yə F1 deyirəm. F1 üstə gəl F2 yazmışsan da onu. Mən nə qədər şeylər sonra hesab yok Bax, nəymiş? Səndə hər dəfə, bax, döngün samın 1 olanda onu çıxarır, 2 olanda çıxarır, 3 olanda çıxarır. Mən istəyirəm ki, orada çıxarmasın da, ən sonunda bir dənə 34-ü çıxarsın. Başmışdım mənim. Mən biz forun içində sum plus bərabər sum bərabər sum plus i yazırdıq, hər şey yazmışdı. Forla işləyirdi. Onun strukturunda yazılır. Bax, esas böyle onu fordan şöyle çıxar. İndiran elə. Ben mi yumuruyordum? Ben mi yumuruyordum? Cavabı tutar. Ha, burada hesap verirsen yazmış. Yəni burada ən sonuncunu çıxartdı da. Ha, sən sonuncu yuxarı ver. Bilsin necə dedi. Elə mən də onu istəyirəm. Mən istəyirəm ki, Fibonacci ədədlərdir. Məsələn, 0, 1, 2, 3, 5, 8. Mən axırıncın ayət doğru. Mən onu istəyirəm də səndən ki, ümumi cəmi istəyirəm. Mən elə bir şey istəyirsiniz ki, buradakı ədədlərin hamısını toplayıb çıxartsın. Yox. Elə də eləyə bilərsən. O da maraqlı olar. Mən dedim sonuncunu çıxarsın. Elə də eləyək. Gözlə bir dənə deyən, o hesab orada saxla. Bir dənə mən özümdə deyəm, zəhmət olmasa diqqətim burada olsun. Biz də mən nə dedik? Fibonacci ədədlər hansı ədədlər idi?
Məsəl üçün, mənə başlayır 0-dan 1, 0-dan 1-dən başlamağa ehtiyac da yoxdur da. Başlayır məsəl üçün 1-dən 2-dən, başlayır 5-dən 8-dən. Ona başlanğıcda 2 dənə ədəd mütləq verməlidir. O 2 ədədi də harda verir? Fib 1, fib 2-də. Görürsən 0-dan 1 verir. Mən istəsəm onu 5-8 eləyərəm də, Ürəyim istəsə 10-13 eləyərəm. Fərqi yoxdur da onun sizə. O şərtdən asılı olaraq dəyişir. Yəni özü şərtdə verir. Əgər vermirsə 0-1 götürürsünüz. Verəndən sonra bu 2 bunlar bir sonra başlayır eləməyə. Burada bu 2'nin yerine 1 olmalıdır ya. Nermin 2 yazdım sana. Orada bir tane de 1 olmalı. 0'dan 1'in cəmi neçə verməlidir? 1. O 1'i yazmalı. 1'dən 1'in cəmi neçə verməlidir? 2. 2 ilə oradaki 1'in sol elə. Sol elə. 2 ilə 1'in cəmi 3. 3, 2, 5. 5, 3, 8. Belə gedir. Yəni bu sonsuz sayda gedə bilər. Mən istəyirəm ki, bunu mənə ekranda göstər. 0-dan 1 versəm əgər, başlanğıc ədədləri, onlar siz özünüz təyin edirsiniz, onlar hazır verilmir. Versəm əgər, bu Fibonacci'nin qalan ədədləri necə olacaq? Bir toplayır görürsünüz, amma mən buna bir son verməliyəm də ki, burada məsələn 8 dəfəmi cəmləsin, 10 dəfəmi cəmləsin, 15 dəfəmi cəmləsin, sizin neçə lazımdırsa onu deməlisiniz. Məsəl üçün, bu deyir ki, 8 dəfə cəmləsin. Baxın, 1 dəfə, 2, 3, 4, 5, 6, 7 və 8 olacaq. Elə. Burası davamını yazmayayım. Bax, burada 31'ə qədər gəlir, görürsünüz, 34'ə. İndi gəl nə edirik? Biz bu 8'i gəlib bu inin yanına yazırıq forda. Niyə yazırıq? Biz demişdik ki, for döngüsü, for döngüsü hara qədər gedəcəksə sonuncunu. Onu orada yazırıq. Biz dedik ki, 8 dəfə getsin. Yəni, neçə dəfə gedəcəksə onu. Ya bura 8'imizi yazılıb, bu 0'dan başlayalım. Mənim biz burada indi indeks kimi yoxdur, dövr yaratmaq üçün istifadə edir. Axı, həm dövrdür, həm də indeksi də. i++ bunlar öz yerində də həmişəki şeylərdir. Daha sonra gəlirəm bura, bir dənə sum təyin edib və qiymətini 0 verir. Axı, cəmliyib hər dəfə mən birədə dinləməliyəm. Həmən bu sumu nə edirik? Özündən əvvəlki 2 dənəni toplayır. İlk bu 1 nədir? Fib 1-də fib 2 cəmlidir. Bu fib, Bir şey bir sesli. Bir də fib 2 cəmlidir. Onu cəmliyir, bu 1'i alır. Bax, bu 1'i bu sumun qiyməti. Daha sonra nə edir? Daha sonra fib 1'i bərabər edir fib 2'yə. Bu nə deməkdir? Fib 1 0 daxı olur növbəti 1 olur. Daha sonra fib 2'ni də bərabər edir sama. Yəni bu ikinci ədəd. Bax, fib 1'i o zaman daxı. Yəni salıb ora. Bir də 1'i toplayır, oldu 2. Təzən eyni şey. Bunu çıxarırdı funksiyon bildiriz. Daha sonra fib 1'i, axı bayaqların bu fib 1 neçə idi? 1 idi. İndi bu fib 1 olur 2. Baxın, buradakı 2'də. Olur bu da olur 1. Daha doğrusu bu 1 olur, bu 2 olur da. Ümumi cəmi edir. Topluyor. Fib 1, baxın 1, bir-birlərini əvəz eləyir, gəlir çıxardır 34'ü. Yəni 8 dəfə bu addım gedəndə, Fibonacci ədədlərini 8 dəfə biz toplayanda bizə verir 34. Və yaxud da ki, eləyə bilərsiniz ki, bu ümumi hamısının cəmi olsun. Bir dənə sum 2 təyin edərsiniz. For döngüsündə hər dəfə üstünə gələrsiniz. Sualı olan. Ne olarsa. Bayaq yazdım. Return. Bu var demədim. Burada yazıram, buradan verirəm, düz çıxır. Gəlib burada bura atıram, xəta verir. Xətada nə deyir? Deyir ki, səndən deyir gözlənilir ki, sən bu formada yazasan, amma sən bu formada yazmışsan. Bu yazı söz yazdım. Əməliyyat işləyirsən, onu düzəltənlər deyil. Yox. Fotoğrafı elədi də. Böyle yazılar falan endişə eləməz. Lamiyə, nəyə başa düşmədin? Belə başa düşdüm. Evdə yazsam yerində daha yaxşı. 100%. Görə işləyirsən. Sən başa düşdün sən. Fuat sən.
Bunu da özünüz yaza bilərsiniz də. Nə versəm yazacaqsınız. Yəni də Bırak, söyləyəcəm. yine çıktı. Ben de aldım sonra böyle. Sonra böyle. Ben kodum düzdeyim. Çık havadan. Sen de yazdın. Sonra diyorsun. Sonra. Bax, sualım vardı. Sonra. Axı bir gözləyəm sənə bunu, sən Aa, gidelim. aa. Bax gibi, səndə boşluq verdir. O sənə verdir boşluq. Belə. Hadi ben bu yeniden şey yapmıyorum. Şu özü normal standart forması diyorsun. Nə? Hə, eləyə bilirsən. Ne diyeyim onu? Yeniləsən falan məncə eləməlidir. Ya çıxıb təzədən Gayet görsən. gayet. Təzədən qayıdır, hə, onda etsən. Aldım. Belə. Ama ne böyle oldu? Evet. Bunun içine değil ha. Altta reset var oğlum. Evet. Burada rahatsız. Şey. Amir bilir. Yine sıfırladım. Deməli belə. İndi Ruslan o nədir? Hı. Object Oriented Program. Yəni obyekt yönümlü proqramlaşdırma və yaxud da ki proqramlaşdırma paradigması da deyirlər. Belə bir anlayış var. Ramil, OOP-nin hansı növləri var? Növ deməyək də, yəni OOP-yə nələrə aiddir belə deyək, hə, prinsiplər. Abstraksları, polimorfizmleri, inkapsülasyaları, Inheritance, mirası. nasıl Seymur. Inheritance nədir? OOP-nin O efendim bilmiyorum. OOP-nin prinsiplərdə hansılar aiddir? Bilemedim. Size sağ verin. Demişsin sağ verin. Mesela hep güvenli sonra ilişkiler. Hiç yok. OOP yoxdur səndə? En geçen yere encapsulation'ı bir tane 10 binden doğru. O yüzden hamısı karşına kalır. Ruslan deyəcək. OOP-nin prinsipləri hansılar idi? Damlık arasında var. Sonra OOP çox vacibdir. Getdiyiniz istənilən müsahibədə sizdən orada soruşulacaq. Yəni istənilən də fərqi yoxdur. OOP-ni bilməsəniz, yəni öyrənməyin belə. Abstraction var. OOP. Var. Miraslı. Inheritance. Miras. Benden nereye görecek? Yox, bırakma. Bir şey bırakma, yoksa güzel. Çetin anladım ben. Evet, bak şurası. Cəza olaraq da 4 dənə tapşırıq. Bir yan otaqdadır. Görürsən biz başqa sonra keçə bilərik. O bro sadece. aşağıda şimdi tersine yer. Yok, bunun adı şeyler. O bir tane keçisi yok. Tamam da iş yerinden geldi. İş yerinden geldi. O bro sadece. Yox, hə, sakitçilikdir. De. OOP-nin prinsipləri. Abstraksya, inkapsülasya. Size keserim değil mi? Inheritance. Onu dedim. Polimorfizm. Polimorfizm. Deməli, Seymur əzbərləyirik. OOP nədir? Obyekt yönümlü proqramlaşdırmadır. Proqramlaşdırma paradigması da deyirlər. Prinsipləri var. 4 dənə prinsip var. Abstraction, abstraksiya da deyirlər, yəni fərqi yoxdur. Abstraction, polimorfizm, inheritance, enkapsülyasiya. Bax, 4-ünü də su kimi bilməlisiniz. Yəni, sizi yuxudan durğuzdan da soruşsanız, siz onu deyə bilməlisiniz. Bir hamısı çox vacibdir. Həqiqətən dəhşət vacibdir.
Ramil, inheritance nə oldu? Nasıl böyle? Nə oldu da? Miras götürmek. Aysun, miras götürmək nə deməkdir? Klasdan için miras götürmek. Aysun, hansı bir klassın özəllikləri var və mən istəyirəm ki, o özəlliklərdən istifadə edeyim. Neyirəm? Miras götürürəm. Əsər atalarımızın malına da istifadə edirik, miras götürürük. Eyni şey, eyni məntiq. Ruslan, səndə yoxdur da polimorfizm enkapsülyasiya yoxsa var? Hansısa birini bilirsən? Hansısa birini bilirsənsə denə. Enkapsülyasiya vacib olanları saxlayır. Elə bil ki, görsəl bir istifadə edir. Vacib olanları saxlayır. Düz deyirsən, düzdür. Belə başa düşürəm. Yəni bil ki, sənə əgər nə lazımdırsa, mənə nə lazımdırsa, mən onları göstərirəm. Görsəl. Mənə lazım deyilsə, mən onu istifadə eləmirəm. Yaxşı, bəs onu necə eləyirəm? Private edir. ISO, private eləyirəm, public eləyirəm, protected eləyirəm və yaxud da ki, nəsə bir şey yazmışam, zaten defaultdur, default olur. Protected olanda o ancaq Eyni paket klassın nəsil aldığı ISO, eyni paket və alt siniflərində, alt sinifdə extend olduqlarıdır. Həmin bu publicdir, privatedir, protecteddir, defaultdur. Bunları biz bütün gün istifadə edirik də. Hər yazdığımız metodun, hər yazdığımız fieldin qabağında bunları istifadə edirik. Bəs yaxşı, bunların ümumi bir adı var, onu bilirsiniz? modifikator dosya. ISO. Access modifier də deyirlər. Access modifier deyirlər. Bəs bu access modifierləri Ramil. Gördüm ki, Ramil gelir. Bunları niyə istifadə edirik biz? Daha da elə deməyim, yəni. Protected ilə defaultun fərqi nədir? Default bir şey yazmıyor, olsa default. Aha. Protected deyince bu klasın miras alanda. Yaxşı, elə deyək, belə deyək. Biz public yazdığımız hansısa bir metod, klassda fərq yoxdur, ümumən danışıram. Public yazdığımız nə isə, ürəyimiz istəyən yerdə istifadə edə bilirik, düzdürmü? Private yazdığımızı ancaq öz klassın içində istifadə edirik. Bəs yaxşı, bu protected ilə default nə işə qulluq edir? Yani işte eyni paket. Eyni pakette istifadə etmək eyni klas olması da eyni pakette istifadə edebilirdik protected. Ama default öyle değil. Default elədir, protected elədir. İkisini də eyni paket altında istədilən yerdə istifadə edə bilirsiniz. Bir dənə fərqi var ki, protected yazdığımızı eyni paketlə yanaşı alt siniflərdə də istifadə edə bilirsiniz. Alt siniflərdə, məsəl üçün, mənim bir dənə klassım var. Mənim klassım eyni paketdən yox, başqa klassdan inheritance olubdur. Yəni, extend olub, belə deyim, miras götürüb. Əgər mən o miras götürmə başqa klassdadırsa və həmin klassın içində protected olan, nə bilim, metod, fielddə fərqi yox, ümumən danışıram. Protected olan nəsə bir şey varsa, başqa package olanı götürə bilir. Hansı şərtlə? Miras almaq şərtilə. Public'te olmuyor. Public dürən istəyən şey zaten eləyə bilirsən. Public'də bir şey yoxdur. Ve saygı ne oldu onda şeyler? Pratikdə də siz publicdə istənilən paketi ürək istəyən kimi elə bilirsən. Miraslığa ehtiyac yoxdur. Amma protectdə miraslıq şərt olmaz. Əgər sən başqa paketdən miras almırsansa istifadə edə bilmərsən. Amma publicdə elə bir şey yoxdur. Ürək istəyən yerdə istifadə elə. Bax, o söz var, deyirlər ki, mən ürəyim istəyəni göstərirəm, göstərmirəm. Bax, o oradan çıxır. Miras aldı. Yox, almasa da mən istifadə edə bilirəm. Extend eləməyimə ehtiyac yoxdur. Obyektin yaratıb istifadə edə bilirəm. Bayaq nə elədik? Gördün mü, orada başqa bir dənə şey yaratdım. Obyektin yaratıb istifadə elədim. Miras almaq o extend eləməkdir. Extend eləməyə ehtiyac qalmır. Bax, bunu əzbər su kimi bilməlisiniz. Aydındırmı? Deməli, access modifierlər nə oldu, Ramil? Public yazıcıya bağlı. Public zaten. Hansılar? Public'tir, private'tir, default'tur, protected. Aynen, protected. Protectedlə public'in fərqi nə oldu? Public'i hər yerdə istifadə edebilir. Protected'in cərəyi miras götürür. Aynen, ya eyni paket olmalıdır. Eyni paket deyilsə, şərt nədir? Miras götürür. Aynen, miras götürməkdir. Default dedik ki, mirasda falan biri o eləmir. O ancaq eyni paket altındadır. Private isə sadəcə eyni klass daxilindədir. Eyni paket orada yoxdur. Aydındır mı? Inheritance dedik, ən sadəsi demək olar ki, odur. Miras alır və onun metodlarından, fieldlərindən şey istifadə edir. Polimorfizm nədir, Nərmin? Belə, məsələn, bizdə override metodlar var idi. Polimorfizmdə əslində bir çox eyni adlar fərqli istifadə əsaslarda. Yəni, biz bir metodu
İstədiyim kimi başqa Bilirəm. metodlarda dəyişə bilirəm. Bu da polimorfizmdir. Çox olmalı deyil. Ay, stop. Bu məsəl üçün bu düzdür, çox yayğın bir misaldır və bütün müəllimlər onu deyir də. Məsəl üçün deyir ki, bütün heyvanlar səs çıxarır da, amma mesela pişik fərqli səs çıxarır, it fərqli səs çıxarır, nə bilim, şir fərqli səs çıxarır. Yəni fərqi yoxdur onun. Amma hamısı səs çıxarır. Hamısı səs çıxarır, amma fərqli formada çıxarırsa bu polimorfizm. Aydın da. Bəs yaxşı abstraction nədir? Sadəcə ancaq lazım. Elə deməyək. Lazım. Abstraction. Tam elə deməyək. Daha yaxşı. Daha yaxşı. Yəni o bilsiniz o çox ümumi bir şeydir də. Siz onu sadəcə bir gün müsahibədə deyəndə siz onu kəsərlər də, yəni belə deyim. Yəni deyərlər ki, mən enkapsulyasiyanı gizlədə bilirəm də. Private edərəm, göstərmərəm. Deyər ki, mən ürəyim istəmir, yazmaram da kodu. Yəni o yaxşı bir cavab deyil, belə deyim. Səhv deyil, mən demirəm səhvdir. Amma yaxşı cavab deyil. Nərmin? Mənim əslində enkapsulyasiyanla abstraksiyaya oxşardır. İkisi də məlumatları gizlətmək üçün deyədir. Amma ki, abstraksiyada biz interfeysdə bundan istifadə edirdik. Bir də ki, məsələn, istifadəçiyə necə deyim, bütün məlumatları göstərmirik də abstraksiyasında onun üçündür. Əslində enkapsulyasiyada onun üçündür ki, lazımsız məlumatları göstərir. Sizə müşmələr. Necə? Mən elədim. Hə. Yox, daha yaxşı bir variant axtarıram. Abstraksiya əslində o deyil. Gizlətmək deyil. Yəni indi siz bilmirsiniz, amma yazanda görəcəksiniz, MVC keçəndə görəcəksiniz. Yəni biz onsuz DTO yazaraqdan onu gizlədirik. Yəni söhbət gizlətmək deyil. Mən onsuz DTO yazaraq onu gizlədirəm. Mən onsuz DTO yazaraq öz entitimdəki private olan metodları mən onsuz göstərmirəm DTO yazaraq. Yəni o abstraction o deyil. Abstrakt klasslar başqa bir şeydir. Araşdırın görək nə çıxardırsınız. Abstrakt klasslar fərqlidir və digər klasslardan fərqi var onun. Bir fərqi var. Ona görə digər klasslardan fərqlənir. O gizli, düzdür, eləyə bilərsiniz. Mən demirəm eləyə bilmərsiniz. Səhv deyil, amma düz deyil. Yəni bir yerə qədər düzdür. Burada yazıb ki, görsətmir necə işləyir, amma işləyir. Maşın misalı dedim. Bir motorun necə işlədiyini bilmir. Düzdür. Düzdür, məsəl üçün, necə mən işlədiyini görmürəm onun, amma ki işləyir, onu görürəm. İşte orada söhbət gizlətməyə gəlib çıxmır. Mən aslında bir yerdə onun necə işlədiyini tapa bilirəm. O abstractiona gəlib çıxmır. Abstraction başqa bir şeydir. Biz o metodları başqa cür yazırıq. Override olmalı. Override edə bilərik, düzdür. Yəni polimorfizmdə o da eyni şey. Sadəcə bir dənə, bax polimorfizmlə abstraction sadəcə bircə dənə incə bir dənə fərqi var. Düzdür, abstrakt obyekt yaratmaq olmur. Sən də nəsə deyirdin? Obyekt yaratmaq olmur. Bax, bütün klassların obyektini yarada bilirəm, amma abstrakt klassın obyektini yarada bilmirəm. Bunu bilənək ki, işarətlədik, bunu deyəcək sonra. Abstrakt klassın nə olduğunu bilək, sonra bunu deyəcək. Deyərsiniz üçün deyirsiniz. Ay, sağ ol. Bax, mənim axtardığım şey odur. Baxın. Normal biz adi bir dənə klass yazırıq, düşünək də, hə? Mən həmin o klassın, nə bilim, metodları olur, filtrləri olur. Nəsə bir iş görülür də o klassda. Bax, fikir verin. O klassda bir iş görülür. Nəsə məsələn hesablayır, nə bilim, nəsə axır ki bir şey eləyir də o orada. Amma abstrakt klasslarda heç nə olunmur. Abstrakt klass iş görməyən klassdır. Baxın, əsas şey budur burada. Abstrakt klassdan digər klassın fərqi budur. Nəsə gizlətmək deyil. Mən gizlətməyi DTO ilə eləyirəm. DTO-nun nə olduğunu bilirəm. Hələ ki tam bilmirsiniz, görəcəksiniz. Onda yadınıza düşəcək mən nə edirdim. O gizlətmək söhbəti o deyil. Abstrakt klass bizə skelet verir. Kimi bax, mən bir skeletəm. Bax, bu skeleti verirəm sənə. Bu heç bir iş görmür. Skelet nəsə bir iş görə bilər. Dümdüz dururdu orada, düzdürmü? O iş görməsi üçün ona nə edirlər? Qolunu sonra düzəlir, ayağı bu iş görməyə başlayır. Bax, onun üçün başqa klasslar eləyir. Abstrakt klass skeletdir.
Skelet yaradırıq ki, bax bunun məsəl üçün, bu bel sümüydü məsəl üçün, bu qol, bax burada qol olacaq, bax burada bel olacaq, bax burada ayaq olacaq, burada başı olacaq, başa düşdünüz? Onun skeletini yaradırıq abstrakt klassına. Sonra başqa bir dənə qol klassı yaradıram. O qol klassı abstraktdan inheritance olur. Sonra onu işlədir. Bax onu işlədən şu başqa klassdır. O klass iş görmür. Sümük yəni orada bir iş görmür. Başa düşdünüz? Əsas səbəb ümumi. Bax məsəl üçün. Yox, elə deyil. Bax, adi klassın mən daha sonra obyektini yaradıb başqa bir yerdə işlədə bilirəm. Amma mən abstraktın obyektini yarada bilmirəm. Yəni mən onu başqa yerdə istifadə edə bilmirəm. O gizlətmək məntiqini də buradan hamı götürür. Əslində amma gizlətmək deyil o. Başa düşdünüz? Sadəcə o gizlətmək hamı buradan deyir ki, mən onu istifadə edə bilmirəm deyə gizlətmək sayılır. O gizlətmək deyil. Başa düşürsünüz? Sadəcə biz onun skeletini yaradırıq. Bax düşünün ki, belə deyək də, heyvan, pişiklər üçün başqa skelet olur. Nə bilim, itlər üçün başqa olur da formaları, düzdürmü? Bax, o pişiyinki başqadır, düzdür? Mən o pişiyin skeletini klass yaratsam, it də gəlib ondan istifadə edə biləcək. Çünki obyektini yarada bilir axı. Mən onu götürə bilirəm də. Zaten biz istədiyimiz bir dənə klassın obyektini götürürəm ki, işlədirəm də. Vəsə. Amma abstraktın obyektini yarada bilmirəm. Bu sadəcə itlərə aiddir. Başqa heç kəs bundan istifadə edə bilməz. O gizlətmək söhbətini də bax buradan çıxardıblar. Yəni o ID price falan, o məsələ o abstraktdan gəlmir. Nə? Sən bir dənə klass yaradırıq, orada ID o price olacaq. Yox. Orada normal bir klass yaradırıq. O klassı da yaratmağımızın səbəbi gedir SQL-də, cədvəldə həmin filtrlər düşür. Başa düşdünüz? Heç biz onsuz servislər yazanda görəcəksiniz. Biz o klassın ümumiyyətlə istifadə eləmirik. Bir dənə save eləyəndə yazırıq. Vəsə. Biz onun ditiolarını, abstrakt yox, o dediyi, o deyir, ID falan yazırıq cədvəldə. O dediyini deyirəm. Ditio yazırıq, həmin o ditiodan istifadə edir. Bax, o gizlətmək odur. Məsəl üçün, bayaq kimsə dedi ki, deyəsən Nərmin dedi ki, mən ancaq lazım olanları mən işlədirəm, lazım olmayan, yəni görsənmək istəməyəni görsətmirəm. Bax, o ditiodur. Mənə hansı filtr lazımdırsa onu götürürəm, hansı lazım deyilsə onu götürmürəm. Aydındır? Ya, o abstrakt deyil. O gizli söhbəti dediyim kimi, bax oradan çıxıb ki, o abstrakt klassı mən obyektini yarada bilmirəm deyə başqa klasslar ondan istifadə edə bilmir. Ancaq ona aid olan klasslar ondan istifadə edə bilir. Başa düşürsünüz? Məsəl üçün, deyirəm ki, bu pişiyin skeletidir. Bunu ancaq ona aid olanla, ancaq bax pişik olanla istifadə edə biləcək. İt ondan gəlib istifadə edə bilməz. Çünki bu ona aiddir. Və bu pişiyin skeleti bir iş görmür. Ya, abstrakt klassda iş görülmür. Bax, yadınızda qalsın. Adi klasslarda iş görülür, amma abstraktda görülmür. Abstrakt sadəcə bir skeletdir. Düzürük ki, bax bu qoldur, bu ayaqdır, bu nə bilim başdır, bu beldir. Düzürük onları. Başqa işləyən klasslar yaradırıq. Gəlir bundan istifadə edir. Abstrakt metodlar da həmçinin elədir. Abstrakt metodu yazıram, prosta adını yazıram. Heç nə eləmirəm. Prosta adını yazıram. Onunla iş görməyini başqa klassdan eləyirəm. Polimorfizmdə də belədir də. Məsəl üçün, bir dənə metod yazıram. O metodu mən başqa klasslarda fərqli cür istifadə edə bilirəm. Bir dənə incə fərqi var. Fərq nədir? Polimorfizmdə yazdığımız metod, düşünün ki, mənim öz klassım var, düzdürmü? Burada bir dənə metod yazıram. Məsəl üçün, toplama. Bu iki dənə toplayır. Int tipindən iki dənələrdə də toplayır. Başqa klassda gəlirəm, bu metodu override edib işlədirəm. Bu metodu işlədirəm. Orada da toplayır. Amma nə edir? Double-dan ədədləri toplayır. Başa düşdünüz? Birincidə bu bir iş görür, ikincidə də gedir yenə eyni iş görür, bu biraz fərqli görür. Amma abstrakt metodlarda bir dənə adını yazıram, toplama. Mən gedirəm başqa klassda yazıram, bu double-ını toplayır. O biri klassda yazıram, bu intləri toplayır. O birisi float toplayır. Şimdi belə, hərəsi fərqli iş görür. Amma əsas abstraktda heç bir iş görmür. Bax, əsas məntiq budur. Abstrakt klass olsun, metod olsun, fərqi yoxdur. O bir iş görmür. O sadəcə skelet olaraq yaradılır. Çünki mən filan işi görmək üçün, məsələn, mən qolam da mən. Mən kimcə işə salmalıdır. Başa düşdünüz? Bax elə. Yəni toplama, vurma falan, onlar yazırıq, amma iş o, məsələn, return yazırıq, yəni esat yazırıq da fərqi yoxdur. A üstə gəl, B eləyirik. Onu abstrakt eləmək olmaz. Onun yerine başqa klassda eləyirəm. Amma polimorfizmdə elə deyil. Mən burada da A üstə gəlib B eləyirəm, orada da A üstə gəlib B eləyirəm. Amma burada intləri toplayıram, orada double-ları toplayıram. Nəyə başa düşmürsünüz? Yəni sizə qaranlıq qalan hansısa sualınızı verə bilərsiniz, çəkinməyin sual verməkdə.
Nərmin, başa düşürsən? Bəli, başa düşürəm. Əsas məntiqini başa düşün ki, düzdür bax. Bir yerdə gizlətməyə gəlir, çıxır. Səhv deyil. Amma orada əsas verdiyimiz məqsəd gizlətmək deyil. Əsas məqsəd skelet yaratmaqdır. İş görməməkdədir. Məqsəd abstraktın mənasını alır. Qısaca cümlə olaraq belə yadında saxlaya bilərsən ki, mən elmi dildə danışa bilmirəm, məsələn, biz bir skelet, iş görməyən klasslar yaradırıq. Ayrıca iş görməyən klass başqa klasslara gedib iş görür, belə deyim. Gizlətmək deyil məqsədi. Obyektini yarada bilmir deyə başqa klasslar ondan rahat istifadə edə bilir. Əsas onu yadınıza saxlayın. Abstrakt klassın obyekti yarada bilmir. Şimdi mən soruşacağım, hansı klassların obyekti yarada bilmir? Cavab nədir? Abstrakt klass. Qalan bütün klassların siz obyektini yarada bilərsiniz. Obyekti yaradıla bilmir. Ayso. Obyekti yaradıla bilmir deyə sadəcə skelet kimi qalır. Bir şey qulluq eləmir. Obyekti yaratmağa nə tər düşünün? Düşünün ki, bu bir qoldur da, düzdürmü? Birinin qolu uzundur, birinin qolu qısadır, birinin qolu nə bilim ağ rəngdədir, biri qara rəngdədir, nə bilim də axır ki belə. Obyektlər odur. Fərqli obyektlər yaradılır və onu istifadə edilir. Düzdürmü? Amma bu sümükdür də bu, düzdürmü? Bu bir şey eləyə bilmir, belə deyim, skeletidir. Onu dəyişə bilmirsiniz, belə deyim. Amma mən istəsəm bunu uzun eləyərəm, nə bilim rəngini fərqli eləyərəm. Başa düşdünüz? Bax elə. Kimə aydın deyil? 100% başa düşdünüz. Enkapsülyasiyanda inheritance zaten çox sadə idi. Polmorfizmlə də abstrakşını anladınız. Bir problem yoxdur. Hə? Çıxın yaxşı. 15 dəqiqə sonra zəhmət olmasa burada olar. Nərmin, sən də çıxa bilərsən fasiləyə. 15 dəqiqə sonra gələrsən. Yok, onun içerisinde yapacağım. Buraya gözü Almanya ben de Almanya Sən rus sektorsan, ayramı. Mən ilk gün işə gedəndə bir dənə iş yoldaşım var. Nəsə xanımdır, belə yaşlı. Belə girdim içəri, salamsız, kəlamsız da. Rus dili bilirsən? Mən də belə eləyirəm. Deyir, heç bilmirsən. Deyim ki, oxuya bilirəm də, yaza bilirəm. Belə, a little bit. Belə düşündüm ki, bu qadın heç mi olur məsələn bir şey danışmır. Bununla fərqi var ki, abstraksiyada da eyni şeyi biliyorsan. Bunu eləməklə, bunu eləməyi. Yox, bunu yazırıq, sonra oradan çağırırıq. Abstraksiyada belə biliyorsan. Hə, ayso. Yani abstrakt sevmir bu. Mesela burada yazdığın danılmışsan metotlar yazıyor. Yo. Bax sən, bax görsən bunu newləyib görsən transportu. Bu abstrakt olsaydı newləyə bilməyəcəkdi. Və abstraktda, məsələn bunu abstrakt eləmirsən də belə bir şeylər yox idi orada. Abstraktda bunu mesela son mailde yazıyor. Ayso, keçməliydi ora, inheritance eləməliydi ondan sonra. Dəyişiklik olacaq ki, mesela abstrakt klas yaradacaq, bunu yazdım, sen maşına aiddə belə. Ayso. Hə. Bir də ki, bir dənə bir şey deyim, deyəcəm, abstrakt klassın metodlarıdır. İçindəki hər bir şey abstrakt olur. Abstraktın içində siz abstrakt olmayan bir şey yarada bilmərsiniz. Aydındır, abstrakt klassda içində metod yazmışsınız da, o da abstrakt olmalıdır. Field yazmışsınız məsələn. Hə, o da abstrakt olmalıdır. Hamısı eyni cür olmalıdır. Çəkcə edə bilərsən. Hə, dedim ki, elə ki, mənə bir dənə nümunə yaz. O nümunədə OP-nin 4 prinsipindən də istifadə olunsun. 4-ü də eyni layihəsində istifadə olunsun. Gəlirəm. Deyir ki, burada bir dənə account deyir, hesab olsun. O hesabın daxilində ondan inheritance olan 2 dənə sinifimiz olsun. Bir belə bir sinif yazır, bir də belə bir sinif yazır. Həmin bu siniflər bizim bu accountdan inheritance olur. Daha sonra isə bir dənə belə bir metod yazır. Bu metodda polimorfizmdir. Yəni, eyni metodu başqa bir klassa istifadə edəcək deyə düşünürəm. Elə olacaq bu ehtimal. Enkapsülyasiyada bu private publicdir. Onları onsuz göstərəcəm. Bir də ki, bu abstraction yazım.
İndi gör, bax fikir verin, deyək ki, lazımsız detalları gizlədirək, istifadəçi sadə interfeys təqdim olunur. O dediyim sklet interfeysdir. Yaxşı. Gəlirəm indi bura. Bir dənə abstrakt, bir dənə account klassı yaradır. Bax fikir verin. Abstrakt bir dənə account klassı yaradır və onun daxilində 2 dənə fieldi var. Bu konstruktorudur. Bu isə bunlar metodlardır. Bu isə onun getir və setter yazmayıb deyəsən. Bu başqa klassdır. Hə, setter yoxdur. Ancaq getir yazır. Getir, setter zaten bilirsiniz də o heç. Bir də bir sual verim. Sizə sənə müəllim Lombokla işlədir, yoxsa əllə getir set yazırsınız? Əlimizlə yazmışıq. Hə, Lombok keçmişdə. Hə, yəni bilirsiniz də biz normalda bu konstruktorda getdi set onları yazmırıq da. Elə bir dənə yuxarıda Lombokdan istifadə edirik gedir. Həmin bu private eləməyi nədir? Enkapsülyasiyadır. Amma bunun abstract class olmağı abstraction. Daha sonra gəlirəm. Başqa bir dənə class yazıb. Həmin bu klassın yuxarıdakı accountdan extend olur. Extend olmaq nə deməkdir? Miras. Aysa, inheritance. Üçünü də baxın, hal-hazırda istifadə edeyim. Enkapsülyasiyanı elədir. Abstraktı da elədir. Inheritance də elədir. Üçündən də elədir. Nə polymorfizm qaldı? Bundan istifadə edin və fikir verin. Bu savingin özünün başqa bir dənə fieldi var. Bu field, bu account bu fielddən istifadə edə bilmir. Amma bu saving accountun istənilən fielddən istifadə edə bilir. Aydındır. Bunun da özünün konstruktoru var. Bu heç. Orada obyekt də yarada bilərdik də. Burada accountun yox, yarada bilmir. Bax fikir ver, accountun obyektini yaratmıyor. Çünki account abstract classdır. Bax, O klassda başqa obyekt var, yarada bilmirik. accountun içində yoxsa savingdə? Saving. Yox, yarada bilirsən. Extend yazılmışdı account. Yox, orada saving duran istəyən şey eləyəbilsən. Obyekt yarat, nə bilim, nə istəyirsən də. Amma savingdə accountun obyektini yarada bilmirsən. Çünki account abstract. Bu konstruktordur. Bu heç, aha, burada gəlir polymorfizmə. Belə bir metod yazır. Prosta qoy görüm bu metodun A. Yox, burada deyil. Dəqiqə. Görək o metod. Hə, baxın bir dənə. Mən bayaq dedim, prosta metodun adını yazır, işini gedib başqa klasslarda görür. Baxın, bu abstract klassdır və nə demişdik? Abstract klassın daxilində yaradılan metod da abstract olmalıdır. Aydındır mı? Abstract. Fikir verin, bir dənə adını yazın. Sən məsəl üçün qıraqdan baxanda bilirsən ki, bu metod nə işə görəcək? Hansı inputlar alır? Return olaraq nə qaytarı toplayacaqmı? Calculate, okey, hesablayır. Toplayırmı, hesablayır, çıxırmı, nə bilim, bölürmü? Bu görsənir. Burada görsənir, yox. Heç bir şey yoxdur. Prosta adını yazın. Görürsünüz. İndi bunu gəlir. Accountdan axı mən bunu extend edirəm. Düzdürmü? Avtomatik extend eləyəndə bu özü gəlir, bura düşür. Bu formada. Mən daha sonra səsimi işləyirsiniz belə mənim. Mən daha sonra baxın başqa klassın daxilində bu metodu istifadə edirəm. Mən istəyirəm burada return-ü 0 eləyirəm. Qoyun burada, baxın, burada başqa şey hesablayıb. Görürsünüz, bir şey hesablayıb. Burada return-ü 0 eləyib. İstəyirəm başqa klassda nə bilim 2 dənə ədədi toplayaram, çıxaram. Return-ü başqa bir şey verərəm. Özüm bilərəm. Aydındırmı? Diqqətlə baxdınız ki, bax burada abstraktda bir şey yoxdur, görürsünüz. Prosta adı var. Amma burada isə gəlir ona bir iş görür. Sonra da gəlib işte bu maində bunu çağırıb da heç. Okey. Bu başqa bir şeydir. Gəl burada çağırıb. İndi abstract metod necə olur ki çağırılır? Onu gördünüz. İndi bunu əlimizlə də yazacağıq. Başqa bir dənə də nümunə istədim ondan. Abstract classla abstract metodun istifadəsinə əsas. Baxın. Bir dənə abstract class yaradıb. Görürsünüzmü? Və onun içində bir dənə də abstract metod yaradıb. Bir də abstract olmayın. Fikir verin, abstract metod mənə heç nə vermir, görürsünüz? Amma abstract olmayan metod, görürsünüz, bir esaut verir. Mən bu esautu gəlib burada yazsam, o mənə error verəcək, qışqıracaq üzmə. Amma mən bunu həmçində bura abstract əlavə eləsəm, mən bu esautoru yaza bilmərəm. Daha sonra heç nə, bu car class yaradıb, bunu ondan extend eləyir. Metod fikir verirsə, dəşbah fikir verin, bu move-dur, görürsünüz? Bu move burada bu esautu verir. Görürsünüz?
Burada isə avtobusu verir. Ben override neydi? Override başqa klassdakı olan metodları özümüzdə başqa cür işlədirik. Ya override əsas məqsədi odur. Burası değişir, eyni metodu götürür. Aynen, o özü gəlir. Extend eləyirsən bunu belə. O özü gəlir. İndi yazanda görəcəksən narahat olma. Özü gəlir. O override sözü özü gəlir. Override odur ki, bax override yazmasan belə bu move işləyəcək, bir problem yoxdur. Amma override yazmaqda məqsəd odur ki, sən bu ideyədə belə deyim, kodu işləyəndə virtual maşına deyirsən ki, mənim bu move'um başqa yerdə var. Mən onu götürüb işlətmişəm. Ki onu əvvəlcədən deyirsən, xəbərdarlıq verirsiniz, belə deyim. Override olmasa işləyəcək, problemsiz işləyəcək, yazmaya da bilərsiniz. Heç kim sizi onu səhv tuta bilməz. Amma yazsanız daha yaxşıdır ki, daha sürətli işləsin. Təsəvvür, bu bilir də ki, bu move hardansa override olunub. Bilir ki, bu move başqa yerlərdə də işlədəcək. Başqa yerdə bu move görəndə çaşıb qalmayacaq. Amma override yazmırsanız, məsələn, gəldi birinci bunu oxudu, hə, okey, move işlətdi. Gedir o biri klassda, deyir, ha, burada da move var axı, bəs o biri move, hə, okey, başa düşür, çox etən bu burada işlənib, override ediblər. Aydındır, onun üçün özü başa düşməyə çalışır, vaxt gedir, aydındır. Amma yəni override yazsanız, o başlayan ki, bilir ki, bu başqa yerlərdə istifadə olub, okey, qəşəng sürətli şəkildə işlədir. Sual. Tamam. Biz yukarıda böyle abstraktan belli vasiyet abstraktan Necə? abstraktan problem seçiyoruz. Dışarıda mail var. Ortada Bu. Hə. Hə, de. olmasaydı aslında mailden abstraktan problem. Düzü başa düşmürəm sağ olun. Nə olmasaydı? İkinci var. 4 tane. Bu. 4 tane yazılı var. Hə, bu. Burada da yani. Hə. Abstraktan mailde yani o sağlıklı olur. Yox, olmur. Ortada şeyler. Ay, niyə olmadığı da həmin obyekt söhbətinə gəlir çıxır. Axı siz maildə çağırmaq üçün lamin eləməliyik? Onu bir de Obyekti yaratmalıyıq. onu bir de izleyebilirsin. Abstraktan Hə, bax, fikir ver. Bu abstraktda görürsən. Bu abstraktdır, düzdürmü? Bax, burada heç nə iş görmür. Görsən, field yazıb, onun konstruktorunu yazıb. Bu zaten olur. Bu hazır gələn bir şeydir. Və fikir ver, getir, setir yazıb. Bunlar yəni bir iş görmür də, belə deyim. Bir iş yoxdur burada. Və mən bu abstraktı, bax bunu, gedib bu maində, bax burada, bunun kimi newləyə bilmirəm. Fikir ver, burada saving account-u newləyib. Bax, fikir verin, deyə bilərsiniz, mən bax, burada account yazıb, yox, bax, newladığı hissələrdir buradır. Görürsünüz, account-u newlamayıb. Çünki o abstraktdır və abstrakt klasın obyekti yaradıla bilməz. Yaradıla bilmədiyi üçün də ortada bir dənə checking yaratmışam ki, mən bundan çəkim, mainə də bu checkingdən verim. Aydındır? Elə ki, bu ortada vasitəçidir, belə deyək də, daha doğru dildə. Düzdür, tam düzgün sayılmır, amma başa düşəsiz deyə deyirəm. Düşünün ki, bu abstraktdır, bu maindir. Bu buradan çəkə bilmir, çünki abstraktda ortaya bir istifadəçi lazımdır ora. Lazımdır deyə bu checking gelir, bu checking abstraktdan çəkir. Maində isə checkingin obyekti yaranır, abstraktın yox. Sual. Ruslan, başa düşürsən? 100%. Ramin sən? Lamiyə, Nərmin? Başa düşürəm. Məncə vaxtımız var, kimsə tələsmir, yoxsa onda oturaq özümüzdə yazaq. Gəlirəm intelizə. Bunları silirəm ki, onsuz da ki yazdığımızı yazmışam. Bunu silmək istəyirəm, əslində göstərəm. Mən bir dənə class main'im var. Bu heç də, bu normal olur. İndi mən nə eləmək istəyirəm? Mən bir dənə bir dənə class yaradaq. O classın daxilində birinci inheritance-dan başlayaq. Yavaş-yavaş gedək, bir-bir hamısını görək. Mənim bir dənə
klasım olsun, insan klasım olsun. O klasımızın içində olsun, nə bilim, ayaq, qol, hamı, bütün insanlarda olan filtrlər. Onları filtr kimi əlavə edək. Daha sonra bir dənə Seymour klası yaradaq və onu inheritance ilə istifadə edərsiniz. Bir dənə Ruflan yaradarıq, Lamiyə yaradarıq. Gözünüz görsün. Bunu sizin üstünüzdə eləyirəm ki, daha yaxşı başlayasınız. Yəni, bu ümumən eləyə bilərsiniz. Məsələn, bir dənə maşın yaradın, zaten ilk tapşırıqda onu verəcəm. Bir dənə maşın yaradacaqsınız. Həmin bütün maşınların təkəri olur, hamısının nə bilim hərriki olur, hamısının aynası olur, rolu olur. O maşınlardan bir dənə BMW yaradacaqsınız, bir dənə Mercedes yaradacaqsınız, bir dənə məsələn Toyota yaradacaqsınız. Aydındır, fərqli formalara salacaqsınız. Gəlin. Elə qoy bunun içində yazaq, fərqi yoxdur. Gəlirəm bu maindən şöldəm. Burada da yaratmaq istəyirəm. Aha. Bunu daxil edəyəm. Bunları silirəm hələlik, başımız qarışmasın deyə. Yoxsa bunlar da işləmir. Bunun daxilində sizə zəhmət olmasa mənlə yazın. Bir dənə person yazıram. Bu persona gəlib yazıram ki, sənin var private eləyirəm, modifier istifadə eləyək. Private eləyək. Sənin bir dənə məsəl üçün stringdən olsun arm. Olsun stringdən olsun leg. Private stringdən olsun rain. Belə bu 3 olsun bəs. Yəni siz bunu uzada bilərsiniz, özünüz bilirsiniz. Mən daha sonra bunun getir setindən qoyuyorum. Burada lombok var, yoxsa yox. Burada lombok yoxdur, onu da əlimizdən eləyək. Amma bilirsiniz, lombok olsa, bura bir dənə data yazsız, getirin setirini olur. Bu layihədə lombok əlavə eləməmişəm. Əslində bu XML-i eləyə bilərəm. Bir dənə qoyun onu soruşaq, bir dənə oradan deyim ki, lombok prosto mən onu yaradanda lombok əlavə eləməmişəm. İndi POM XML əlavə eləməliyəm. Bunun üçün mənə POM XML qopa versin. Baxın, bunu bilirsiniz də POM XML-də əlavə eləmək, yoxsa bilmirsiniz, başa salın. Bax, deməli, siz normalda initializer-da da məsəl üçün tutaq ki, layihə yaradırsınız, belə deyək. Buranı bilirsiniz də. Buranı da bilmirsiniz. Bəs lomboku sizə necə əlavə edib? Sənə mənim. Onu göstərib də necə eləmək lazımdır. Baxın, ki o burada yaradılır. Mən burada məsələn layihəyi... Ben de deyirəm, narahat olmayın. Telegram bot yaradanda Lamba. Yani izah edelim, devam edelim. Prosto Telegram bot yaradanda Ben de deyirəm. Normalda Java'da layihə yaradanda buradan yaradırsan, burada məsələn ona bir dənə ad verirsən. Məsələn indi bizə person'da tutaq ki, nə bilim person olsun. Amma şimdi belə şeylər. Sonra burada fikir verin dependency əlavə edirsən. Bu dependency əlavə eləmək nə deməkdir? Mən layihəmdə istifadə edəcəm toollarım. Toollar nədir? Alətlərdir, yəni qısa yollar. Həmin qısa yolları siz buradan da əlavə edə bilərsiniz. Və yaxud da ki özünüz əlinizlə, indi mən eləyəcəm ki hansı ki onu, əlinizlə dependency əlavə eləyəcəyik. Onu göstərəcəm. Amma belə olanda məsələn mən bura bir dənə lombok yazıram, buna vururam. Sonra generate eləyəndə mənim yaranan layihəmdə avtomatik lombok olmuş olur. Mən öncə heç bir şey eləmədən o datadır, nə bilim konstruktordur, onları yarada bilirəm. Əşarəsi yazıb eləyirsiniz onları. Amma mən məsələn o biri layihəni yaradanda bunu yaratmamışam. İndi əlimlə əlavə edəcəm. Bura çox rahatdır. Lombok yazırsınız, generate eləyəcəksiniz, o düşəcək. Bunu indi MVC layihəsi yazanda onu keçəcək, narahat olmayın. Yəni, məsəl üçün, mən yaratmamışam və bunun kodu mənə lazımdır da ki, bu dependency necə olmalıdır. Bunu siz internetdən də tapa bilərsiniz, GPT-də yaza bilərsiniz. Fərqi yoxdur. Yəni, bunu əzbər bilməməlisiniz, indidən deyərəm, yəni bunu öyrənməyə əsla çalışmırsınız, başa düşün. Yəni, mən heç bir dependency kodunu bilmirəm. Belə həmişə GPT-dən soruşub yazıram. Siz də həmçinin elə eləyin.
Bu həmin bu dependensiyələr yaxşı harda olur? Olur bizim POM XML-imizdə. POM XML-imizdə burada bizim dependensiyələrimiz olur. Ay, sağ ol. Bizdə yoxdur. Nə etməliyəm? Əlimlə əlavə etməliyəm. Aydındır? Mesela at data yazıyor. Onu yazan da olmaz. Burada komikselerde bu yoktur. Hə, ay, sağ ol. O data POM XML-də olmalıdır ki, o data işləsin. Ama biz geçen sefer öğrenmiştik. Ola bilməz axı. Bəlkə əlavə edib sənəməmsiz qaçırmısınız. Yazılır, mən nə yazdım? Nə yazdım? Bax, belə yazırdıq, baxın. Məsəl üçün, bunun yuxarısında belə data yazır. Daha doğrusu, belə. Main içində də yəni. Main yox, klassın daxilində. Hə, yox, bax, yəni istənilən bir klassın üstündə getter setter yazmamaq üçün belə data yazırıq. Baxın, bax, məndə gəlmir. Görsün nə verir. Gözləyir. Bax, Məndə POM XML yoxdur. Məncələ sevgi. Aşağıda var da, sus olan. Yox, məncələ sevgi. fikir verin. Bu indi yoxdur da, hal-hazırda məndə o Lombokda yoxdur da bu layihəmdə. Ona görə də mənə deyir ki, sən data deyib bir annotation yarat. Amma mən yaratmaq istəmirəm axı. Mən onu təzədən necə yaza bilərəm də? Lomboka aid olan bir şeydir. Məsələn, bu ikinci bir variantıdır. Belə eləyirəm. Bax, fikir verin. Add mevin dependensidir. Buradan da eləyə bilərsiniz. Mən amma daha çox şeydən soruşuram da, Jupyter'dən soruşuram. Gəlin bura. Bunu buradan götürürəm. Mən Copilot'um burada niyə lag olur? Bura atıram. Fikir verin, belə bir şey. Add eləyirəm. ISO. Fikir verin. Bir dənə gəlin bura baxın. Fikir versəz, əgər bayaq burada belə sözlər yox idi. İndi hə? O da cavab. Hə, hansı cavadır? Data yazandan sonra öz cavab prosesi Öz eləmir, biz əlavə eləməliyik. Bax, iki cür yolu var əlavə eləməyin. Belə kopyalayıb atma. ISO ya kopyalayıb at. Bax, məndə də bax fikir ver, gör burada nə yazıb. Hə. Bu eyni şeydir, dependensidir. Ya mən istəsəm bunu kopyalayıb ataram. Yəni oradan götürərəm, bura ataram. Ya da əgər istəsəm, gəlirəm bura. Heç eləməyib ki, bunu gözləyin, kopyaya batmalıyıq deyəsən. Bura götürürəm, more action eləyirəm. Düzdür, mən də bilmirəm niyə yaratmadı. Add maven eləyirəm. Bu, mən bura data yox, Lombok yazmalıyam. Hə, ona görə. İndi gələcək. Biz əlavə eləməliyik bunu. Yox. Bir də əlavə eləyək. Məsələn, çünki bu burada axtarır da, Lomboklara aid olandır və mən bunu əlavə eləyəcəm. Lombok özünə düşünür. Lombok, bax bu qısa yollardır. Kitabxanadır. Məsələn, mən burada bir oturub yazsam ki, get arm, set arm, get leg, set leg, get brain, set brain. Onu yazmırsan. Bir dənə data yazsan özü eləyir. Qoy görək indi gəldi. Aha, bax bu. Mənə bu lazımdır. İndi qoyun görək. İndi düz işlədi. Gəl, özür dilərim. Kesin sebepleri yükselmiştir. Nasıl yükselmiştir? Buradan geliyor. Lombok ötüyor mu? Lombok kendi biber şarası. Ona ne yapmıştım? Ürün söylesinler. Mən dərs almamışdım. Daha heç danışacağım. Mən bilirəm, nəşə götürüb kopyaladım yadımdadır, amma ki. Yok, oradan girip benim bildiğim başka şeydi. Başka yerden yükselmiştim. Değil mi? Buradan internetin özündən düşüyor. Hə, eləyə bilərsiniz. O bayaq mən elədiyim kimi idi. Bax, gördün mən bayaq nə verdim. Mən gəldim bura. Lombokun özünü, hə, ömürlük yükləmək. Yox, elə bir şey olmur. Hər layihəni özünə fərd eləməlisən.
Onda ona göre bizde de kaldı. Hə, o bir layihədə bilmirəm siz necə işləmisiniz. Layihədə qalır. Hər layihədə tərəsinə Hə, ayəsə məsələn, Yükləməliydi. yox, bax məsələn indi bu layihədir, düzdürmü? Yükləmişik. Yox, elə ola bilməz elə bir şey Yükləmək eləyəsiniz. necə? Burada yuxarıdan Solda nəsə nəsə seçdik, aşağıda Lombok görünürdü, o belə qırmızı rəngli var. Hə. Hamısı görünürdü. Elə nəsə eləmişdik. Yox, baxın, bu belədir, düzdürmü? Mən bunu Spring burada yaratmışam. Baxın, burada yaratmışam. Burada yaradılan hər bir layihəyə fərdi olaraq onu əlavə eləməlisiniz, dependency olaraq. Aydındır? Amma baxın, mən burada həmin layihəyə əlavə eləməmişdim də, o vaxt yaradanda ilk dərsimizi heç eləmədim. Eyni proyektin üstündə işləyirəm axı. Ona görə də mən bura əlavə eləməyimin 2 yolu var idi. Ya gedib GPT-dən ya da internetdən bir yerdən bu kodu, bax fikir verin buna. Bax, bura fikir verirsiniz. Bunu ya GPT də mənə zaten onu verdi. Baxın, eyni koddur. Fikir verirsiniz, bir dənə versiyası. Bu 32-dir, bu 34-dür. Ya oradan götürməliydim, ya da internetdən də fərqi yoxdur, axır gözüm eləməliydim. Və yaxud da neylədim? Gəldim bu persona. Bu bəyək qırmızı idi da. Eləmişəm, rekorda düşüb, narahat olmayın. Sağa bastım, orada more action var idi. Admable var idi. Düşüb rekorda, narahat olmayın. Admable'dan əlavə elədim, o tools kimi. Burası nə yazılır ora? Lombok. Lombok yazdım, hə. Zanda bizdə çıxmır. Çıxmalıdır axı. Hara yazırsan, baxın. Maven nədir ilə başlamış. Çünki sən for class edirsən. For etikat. Doğru, oraya eləməlisən. Hə. Bir şey də burada hansı seçməlidir? Çıxarmadan. Burada baba Lombok var ya, bax 1 18 34. Aşağı düş. Yox, bax bu. Görsən? Deməli, bu datanı yazanda bu bizə getterlarımı, setterlarımı özü avtomatik yazmış olur. Konstruktorumu yazmaq üçün nə etməliyəm? Ət işarəsi. Hamısının qabağında ət işarəsi olur. Hamısı annotasiyadır. Belə. Bir də hər ehtimalı istifadə edərəm, eləmərəm. No argument deyim. Bu mənə 2 cür konstruktor yaradır. Hansı konstruktorlar yaradır? Bunun daxilində, belə deyək də, metodun mötərizəsinin daxilində inputları olur. Bunda yoxdur. Bunda isə bütün inputlar var. Yəni arm, leg, brain. Yəni sizə burada bayaq yazmışdım, göstərim mən sizə burada. Fikir verin, baxın bu account number'dan balansı görürsünüz, konstruktorunun daxilində var. Gördünüz? Və inputun içində var. Görürsünüz 2 dənə fielddir. Bu all argument konstruktordur. Yəni bütün argumentlərini götürür. Bir də bunun, bax burası boş olan var. Bu da no argumentdir. İndi istifadə olunur, hər ehtimalla yazırıq ki, birdən istifadə edərəm, birdən istifadə eləmərəm. Əllə yazmaqdan belə yazırıq. Bunu belə yazdıq, düzdürmü? İndi mən istəyirəm ki, bir dənə başqa bir dənə klass yaradım. Həmin klassda bu fieldlərə dəyər verim, belə deyək. Gələm. Başqa bir dənə klass yaradaq. Məsəl üçün, klassımızın adı olsun, person 1 olsun da. Məsələn, bu adam 1. Və bir də ki, burada bir dənə də gəlin metod yazaq. Prosto metoda nə yazaq, onu heç bilmirəm. Metoda yazaq ki, məsəl üçün, bunun armı belədir. Sən yazaq onu ki, Allaha xoş getsin. Ölçsün yazaq. Hə, yazaq, olabilir. Metodun adı, metod bizə string qaytaracaq. Stringdən publicdə gəlin bunu protected etmək. İşlədək deyək. Protecteddən bütün string yazıram və adı olsun size. Tutaq ki. Bu size-ıma mənim daxil olur nə? Arm. Stringdən.
bunu toString'ində yaza bilərik. Arm stringdən click belə. Bu bizə return qaytaracaq. Arm üstə gəl click üstə gəl print. Belə. Belə. Amma mən bir də toString yazmaq istəyirəm. Bunun özünü çıxaran metodu. Aha. Bax bunu istəyirəm. Bax bu daxilində bax belə bir şey istəyirəm. Bu isə bunu başqa klassda yazarıq. Orada başqa bir iş görərik. Bunu başqa klassda yazarıq. Bunu hələ ki silirəm. Bax biz nə edirik? Bir dənə bu normal arm-length brain yazıq o heç. Biz indi bu person'ın obyektini yaradanda həmin bu override toString metodu bizə arm, üstə gəl length, üstə gəl brain'i bizə göstərəcək. Tutaq ki. Eləkdə tutaq ki. Buna da biz bax fikir verdiniz, bax gördünüz nə vardı, bax. Mən də bunu hər bir bu arada klassın toString metodu olur. Obyektdən gəlir bu. Bax fikir versən, bir belə var, bir belə var. Görsən mən bunu eləmək istəyirəm. Enter'ə vururum, özü override elədi. Görün, çünki niyə bu obyektin metodudur? Mən onun metodunu istifadə edirəm. Yəni nə edirəm? Override edirəm. İndi mən bura stringdən bir şey yazmalıyam da, onu yazardım ki, məsələn, bu mənə qaytaracaq, məsələn, arm, bu mənə qaytaracaq length, bu mənə qaytaracaq brain. Bir də gəlin, ya da işte belə qalsın, sonra bunu stringdən ötürərik, sonra dəyişərik, yox, problem deyil. Sonra gəlin person 1 eləyirəm. Mənim bu person 1'im extend eləyir, nəyi person'u? Belə. Daha sonra necə? Hə. Səndə nə oldu? Adı tam yaz, 5 onda çıxar. Adı tam yaz. Çıxmalı əslində. Yazdın? Baxın. Əslində çıxmalıdır. Public class. Hə, düzdür. İndi orada toString yaz. Böyük S yaz. Tır, necə gəlir? Heç çıxmır. Niyə çıxmır görürsən? İki dənə error var. Biri hardadır, biri hardadır. Məsələn, bir dənə də bu. Niyə iki dənə error göstərir? Bunu məsələn alıram kommentə. Sualın hardadır? Kontrol vururam, sualı vur. Ya, sən Kommente böyle seçili olsa. Onu söyleyen de öyleydi. Size böyle götürmek istiyorsunuz. slash neradadır? Shift bas. Aha, getir. Niye biz ele gösterir? Ben de nasıl ya? Ha, yaz göre getir olur. Yaz göre gelinler. Bakın bir deneyim.
bir dənə də bunun daxilində, bunun özünə aid olan bir dənə metod yazaq. Burası biraz məntiqli metod olsun da. Protected eləyək. Protected eləyək. Protected. Bu da bizə yaxşı string qaytarsın. Tutaq ki də. Prosta ki, belə yazaq ki, məsəl üçün, bu qol uzunluğunda, nə bilim, bu ayaq uzunluğu, beyni, nə bilim, byte-ını yazarıq. Belə bir şey yox da, bilirəm. Stringdən bir dənə yazıram details. Heç bərkən silməzdim, eybi yox. Bax, belə. Və bu mənə qəbul eləsin bunları. Yox, belə yazıb, gözləməm kommentarımızdan gidiyor da çağıraq. Belə çox məntiqsiz olur. Biraz istəyəm məntiqli bir şeylər yazaq. Gəlirəm bura. Burada bunu çağırırım. Public, static. Bunu böhnə yazdım. Public, static. Main. Belə. Bunun özünün main metodunu yazıram və gəlirəm. Person bərabərdir. New. Yəni buna ad verək. Məsəl üçün P1. New person özü. Buraya yazıram. Məsəl üçün qolun uzunluğu neçə olsun? 50 santim. Niye bir şey istemiyorum bırakmıyorum? Person bir olsun. 50. Ayağının uzunluğu olsun. Tutaq ki 100. Beyninin də biti olsun. Əslində bunu int yazsaq daha yaxşı olardı. Çünki bunu integerdən. Beynin biti yazaq. Neçə yazaq? 128 yazaq. Sonra görək bu bizə nə error verir. Bunun konstruktorunu yaratmamışam. Bunun konstruktorunu yaradaq. Deməli. İndi bir dənə yazıma fikir verin. Mən burada istifadə elədim enkapsülyasiyanı və istifadə elədim inheritance. Gəlin birinci personumun özünə. Normal mən bir dənə armdır, renkdir, nə bilim də braindir, belə bir şeylə filtlər yazdım, belə deyək. Skeletlər. Bunun konstruktorunu, baxın, belə qurdum. All argumentsdən, lombokdan qurdum. Bununkunu isə belə əllə. Ki, fərqi görəsiniz. Sözüm, mən bura all yazsam, eyni şey deməkdir. Gəlin bura, konstruktorumu qurmuşam. Armlik bunlar yazmışam. Fikir verin, burada private yazmışam. Burada public yazmışam. Burada public yazmışam. Bunlar nədir? Enkapsülyasiyadır. Bunun qarşısına bir dənə belə qoyub yazıram. Enkapsülyasiya. Belə. Mənim həmin bu person klassım mənə bir dənə toString metodu qəbul edir. Bu toString metodu da heç nə, bu armdır, legdir, braindir. Bunları özünə cəmləyir də, belə deyim. Gəlin person 1-ə. Person 1-in daxilində extend eləyirəm person klassını. Yəni, mən person klassının istənilən bir şeyini istifadə edə bilirəm artıq. İstifadə eləyəndə, bax, bu extend eləmək və bu super metodu mənə nəyi verir? Inheritance. Yəni, miraslıq. İndi, belə bir sual verirlər ki, extend eləyəndə, extend elədiyin klassın metodlarını nə ilə əldə eləyirsən? Superlə. Super metodunu belə deyək yazaraqdan biz extend elədiyimiz klassın metodlarını əl çata bilirik. Əl çatanlıq verir.
Bunun aydın olur. Semur nə fikirləşirsən? Dərin. Ne zaman ben evdeyim. Evdə yazırsan. Başa düşəcəksən də. Belə sual olsa de. Baxın, bu super metodu nə edirdi Lamiyə? Bax, mən bu persondan miras aldım, düzdürmü? Mən də istəyirəm ki, bu person daxilində olan işlətdiyim toString metodundan istifadə edeyim. Bundan da yəni. Metodlarına çata bilmək üçün nədən istifadə olunur? ISO. Ruslan, başa düşürsən super metodunu? Evet, biraz. Ramil. Lütfen. Yoksa nasıl ben şey yapmışım. ISO. Superi mən yazmasam, çata bilirəm o toStringə. Semur. Bizim fikirlərə burada deyil. Başka metotlar ne olmuştu? Süper. Yox, super mütləq olmalıdır. Super elki verdikdə bir qaydadır. Nə deyim sizə belə? O olmalıdır. Məsəl üçün, necə bu? Burada məsəl üçün mənim main sözü olmalıdır. Məsələn, biz bunu dəyişə bilmirəm. Dəyişsəm işləmir. Bu arqı dəyişə bilirəm, bunu dəyişə bilirəm. Amma main olmalıdır. Belə deyək. Bax, bu superdə elədir. Niyə superdir? Niyə belə bir şey veriblər? Onu yəni bilmirəm mən. Araşdırmışam da düzü bir şey tapmamışam, amma yəni mən bilmirəm ki, niyə super verir. Belə. İndi biz nə etməliyik? İndi mən istəyirəm ki, bu personun daxilində bir dənə metod yazım. Bu metodu işlədim, həmin metodu. Amma həmin metod bu personda başqa bir nəticə versin. Amma person bir də başqa bir nəticə versin. Prosta ağlıma gəlmir ki, bu metodu nə yazaq, nə işlədək. O ağlıma gəlmir. Bunu da istəyirəm belə protected olsun. Məsələn, details yazaq. Bu bizə nə versin? Return olaraq bu bizə nə qaytarsın? Şimdi belə bir söz yazaq ki, tutaq ki, kolunun uzunluğu. Prosta metod yazmaq istəyirəm də, yəni məna axtarmayaq, belə deyim. Üstə gəl. Arm. Yaxşı, bu qolunun uzunluğunu çıxarsın. Detail arm yazım. Bunu kopyalayıram. Buraya yazıram detail arm yox, detail leg. Məsələn, bu olsun. Ayağının uzunluğu. Bunu da protected eləmirəm. Bunu eləyirəm private. Gəlirəm. Bir dənə də kopyalayaq. Bunu da eləyəcəm. Public zaten hər yerdə istifadə edə bilirik. Public ona görə yazmıram. Bunu da yazam default. Bunu arm yox, eləyək brain. Eləyək brain. Bunu da integer eləyirəm. Integer eləyirəm. Və burada belə yox, prosta eləyib ki, brain yazacaq. Bax belə. Language bu niyə error verir? Niyə qışqırır bu? Zaten deyir ki, zaten default, heç nə yazmırsan da default olur da, yəni deyir ki, onu yazma. Bir de oradan alacağım. Armın arasında. Ayağının uzunluğu. Ortuna bir şey, üstə gəl, secərsən. Düz. Belə. İndi, mən istəyirəm ki, bir bu metodumu işlədəcəm, bunu işlədəcəm və bunu işlədəcəm. Bunu bildinizdə bu defaultdur. Ona görə yəni qabağında bir şey yoxdur. İndi gəlirəm, nə edirəm? Gəlirəm bu metoduma. Bunun nəyini yazıram? Bir dənə elə bir ki, bunun özünün main metodunu yazım. Bunun özünün içində işlədir. Görək ki, heç bir problem yoxdur. İndi nə yazaq? Personun özünün obyektini yaratmalıyıq da, normal olaraq. P2 yazım qrobesini qarşılasın. New person. Və gəlirəm. P2 nöqtə. Fikir verin, legdir, braindir, armdır. Görürsünüz, mən üçünü də işlədə bilirəm metodlarımı. Qabağında f işarətidir, yəni bu funksiyada metoddur. Üçünü də burada işlədə bilirəm. Bax, bura diqqət edin. Mən person 1-də çağıranda üçünü də işlədə bilməyəcəm. Məsəl üçün, legdən başlayaq buna bir.
Eləmişik də Mustafa. Leg indi bizə nə əlavə eləməlidir? Biz birinci bunu toString'ini yaratmalıyıq. Daha sonra. Gəlin bu person daxilində. Buna ölçülər verirəm. Yenə verirəm. 50 santim. Gəlib bunları integer eləyərdik. O da eyb yox. Tərcih elədik, getdi. Belə bir də bunun beyni 256-dır. Bu mən konstruktorumu niyə görmür ki? Mən çoxma, bunu niyə görmür ki bu? Öz daxilindədirmi, deyəmi? Bir dəqiqə. Mənə error verir. Bunu niyə görmür ki? Bəlkə Lombok'a görədir, səhv yerdən görədik. Ola bilər o. Bütün argumentlər olanı eləmişik də, niyə bəs vermir bizə? Bəlkə Lombok'u başqa yerdən versiyası uyuşmur ola bilər. Və bunu edək, sonra Lombok'a baxarıq. Gələk problem nə çıxacaq. Daha sonra gələk bunu işlədək. İndi bu ləqə mən bir dənə də əlavə eləməliyəm. Integerdən sənə gələcək leg. Yəni öz ləqəbi işlət. Mən bura gəlirəm, bura yazıram ki, sənin ləqəbin yaxşı, səninki olsun 120. Integer idi, yox, stringdir, düzdür. 120 belə. Görək bunun dərdi nədir? Yaratmışıq da qardaş, sən niyə problem edirsən bizə? Bax, bu private yaratmışıq. String tipli qayb. Hesab. Biri də demiş ki, ay müəllimə, bunu S-Out'a yazmalısan. Bu return'dür. Görə indi niyə qışqırır? Bu niyə belə eləyir görəydim? Bunun dərdi nədir? Belə eləyək. Düzdür. Peki, bu bunu çağırır. Yanlış. Bir dənə şey yaradıram. Yaradım personal. Bir dənə mənim var. Məsəl üçün, bərabər new person. Bu da olsun. Bunu da indi məndən konstruktunu istəyəcək seçsək. Yaxşı, bu da olsun. Bu da A var. A nöqtə. Evet. Açacağım açın. Görürsəm bu məndən niyə error verir bu? Bu funksiyadır. Və mənim bunun adı detail legdir. Mən bura leg yazıram bayaqdan. Heç nə, bununcu da 120 santimetrdir, bu da belədir. Bu integer istəyir, heç nə, sən də string eləyirəm. Səhvimiz bildiniz nədir? Leg yazırdım buraya ki, bunun özünün bunu götürürəm. Lisey olar ona. Nəyi? Bunu, məncə hə. Komentar bu bilmirəm, bu niyə götürmür? Əslində bu götürməlidir. Bu onu avtomatik yaradır. Prosta ki, niyə yaranmır, onu bilmirəm. Mənə elə gəlir ki, biz bu Lombok'un versiyasını səhv qoymuşuq. Mənə elə gəlir. Amma gələn dərs yeni bir dənə o initializer-da yeni bir layihə yaradarıq. Orada mən Lombok'u dependens olaraq əlavə eləyərəm. Görək onda işləyəcəkmi? Yaxşı. Burada konstruktor yaradıq, eybi yoxdur. Orada dependens əlavə. Çünki burada mən gərək dependens əlavə eləsəm, yenisini yaradım da, ona görə. Gələn dərs bunu dependens yaradıb gətirərik. Belə eləyək. İndi bunu S-Out'a verməliyik ki, bizə çıxsın da. S-Out. Bunu götürürəm. Ctrl-X. Belə. Həmçinin də, nə bilim, o birilərini də belə eləyirik. A nöqtə. Detail arm. Bu da string istəyir də məndən, düzdürmü? Belə. Buna bir şey yazmıram.
Esat bir də a.detail brain. Aha, brain onu işlədir. İndi gəl bunu işlədirəm. Hələ işləyir. Deyir ki, already. Yox, mənə deyir ki, səni deyir, zaten deyir yaranıb, sən yenisini yaratmışsan. Yaxşı, onda bunu komment alıram. Görə indi verəcək. O ikisi bir-birini qarışdırır. Aha, indi işlədi. Amma fikir verdinizsə, bax, bir dənə bunu kommentdən çıxardım. 100% bu versiya problemidir, 100%. Burada onu göstərə bilmirəm. İndi baxın, fikir verin. Errorda yazır ki, personun deyir konstruktoru artıq var da, yəni sən deyir ikinci dəfə əlavə yaratmışsan. Əlavə yaratdım. Onda ikisində də problem. Altdakında o komment alsam, yenə ölçü vəziyyətində. Əslində eləməlidir. Amma bunu alsam, aşağı bura error verir. Ona görə. Bir dəqiqə, bunu belə eləsəm, onda Onu P2'yə baba belə P2-dən gətirim. Bu belə gəlir. Prosta mən istəyirəm ki, özündən çağırım da. Başa düşdün necə? Mən bu P2-dən eləyə bilirəm, o heç o problem deyil. O da sən niyə eləyə bilirsən? Çünki bu var. Görsən? Bax, bunu kommentə alın. Bax, bu da error. Bax, görsən, bu error verir. Yaxşı. O da cəhənnəm. Bunu silirəm. Çünki orada vermişəm deyə də tutaq ki. Bax, görsən, bu belə işləyir. Görsən, bu all argument olan. Bu belə işləyir də, bu P2-ni belə çağıra bilirəm. Amma bəs argumentsiz. O A-nı da istəyirəm. Başa bu A. İşte o amma işləmir. O anı çıxarda, şeydən. Bunu çıxardım deyirsən? Kommentdən, hə, çıxartdım. O P2'ye yazdığımızı A'nın içine yazdım. Belə yazım. Yok, yukarıdaki o new person'ı yazmıştı. O içine yazmıştı böyle şeyleri. Bunu, hə. Onu A'nın içine yazdım. Bunu deyirsən silim. Adem çünkü onu söylememişsin. Hə, bunu belə yazdım. Deyirsən belə yazım da, düzdürmü? O şeydi 120 sant falan ayağının olsa. Böyle yazım şeyden, person abi. Burada yazım, bayaq kimi. Yazım, bax. Bax, yaranı görsən. Yaxşı, deyirsən ki, 3 dənə var idi. O da arm, leg, brain var idi. Üçünü də əlavə edirəm. Məsəl üçün, bu olsun 200, tutaq gedər. Bu olsun 567. Görsən, yeni yaradır. Onda şeydən Bax, problem görsən, deyir ki, create constructor. Hə. Hə. Deyir ki, ikisindən deyir, birinin constructor deyir, yaratmalısın. Amma mən zaten bunu yaratmışam əslində. Zaten burada da fikir versən, o error verir. Deyir ki, yaratmışsan. Amma bu bunu niyə görmür? Onu bilmirəm. Məncə böyük ehtimal o biz əllə əlavə elədik. Ona görədir. Amma indi dəqiq bir şey deməyim də. Gələn dərs onu təzədən bir yerdə yaradarıq, bir yerdə eləyərik. Onda lap dəqiq deyərik ki, nədəndir. Çünki indi sadəcə təxmin edirəm ki, məncə ondandır. Belə deyək. İndi bunu əvvəlki vəziyyətinə qaytarım. O versiyonu əllə silsək, başqa versiya yazsaq. Məncə hə, amma hansı versiya yazmalıyam onu bilmirəm. Çünki biz bunu yadımızdasa bu layihəni ilk dərs günü yaratmışdıq sizlə. Onda bir ay əvvəl olur, bir ay olar da mən dərs deyirəm sizə. Onda hansı versiyada onu bilmirəm. Məsəl üçün burada bax 34-dür də. Bax məsələn mənə GPT vermişdi bunun 32 versiyasını. Yəni bilmirəm indi mən bura 32 mi, 34 mü? Onu gələn dəfə bir yerdə yaradarıq. Dependency ilə yaradarıq. Görək versiya bizə nəyi verəcək. Yaxşı. Elə eləyərik, görək onda nə tər olacaq. Onsuz bir yerdə eləyəcək də onsuz görəcəksiniz hamısını. İndi bunu işlədim. Aha, baxın. Mən düzdür, burada boşluq qoymamışam. O yəni bir şey deyil də, o heç nə olmaz ona. Ayağınız bir-birinə yapışıb da belə deyim bu. Bax, indi mən çağırmışam detail leg. Görürsünüz, A-nın normal obyektini yaratmışam, həmişə elədiyimiz kimi. A-nın obyektini yaratmışam, onun daxilində detail leg yazıb 120 santımı əlavə eləmişəm. Bu normal. Bura 120 santım əlavə eləmişəm, bu da mənə bu return-ü çıxarır. Burada bir problem yoxdur. İndi mən gedib baxıram ki, mən bu person 1-də bu detail legi extend eləmədən obyektini yaradaraqdan istifadə edə bilirəm. Gəlin person 1-ə. Bu extend söhbətini silirəm hələ ki. O enkapsulyasiyanı görək deyəm. Bilmirəm, baxaq. Bunu kommentarım, bunu bayaq yazmışdıq.
Gəlirəm, deyirəm ki, sən mənə persondan bir dənə məsəl üçün P1 yarat, new elə, new person elə və P1 nöqtə elə. Fikir ver, brain gəlir, arm gəlir, amma left gəlmir. Gördünüz? Brain default idi. Enkapsulyasiyanı izah edirəm ha. Brain default idi, o gəlir. Çünki niyə? Eyni paket daxilindədir. Görürsünüz, bu eyni paketin içindədir, bu ikisi ona görə gəldi. Armı deyəsən protected eləmişdik. Bir dənə baxım. Aha, arm görürsünüz protected. Protected eləmişik deyə. ISO. Protected eləmişəm deyə o da gəlir, amma link gəlmir. Çünki o nə idi? Private idi. Private ancaq öz class daxilində istifadə edə bilirsən. Məsələn, mən gəlirəm burada arm idi, deyəsən protected olan. Gəlirəm bunu yazıram. Bura bir dənə string idi, bu 120 tutaq ki. Bunu görək dərdi nədir? Nədir ki armda? Armda string deyil. Hə, biz bura şey yazmamışıq ona görə. Stringdə sən götürürsən armı. Bax belə. Gəlirəm bura. Hə, işlədir. İndi bunu işlədək. Ha, S6 yazmadım. Heç bir şey çıxmır, çünki S6 yazmamışıq. S6. Bunu indi götürürəm buradan. Belə. Sən bura. Gəlirəm. Bu normal çıxdı, gördünüz. Yaxşı, indi mən istəyirəm ki, o default daha doğrusu private-dən çağıra bilmirəm. İndi bu eyni paket daxilindədir, düzdür. İndi mən bura başqa bir dənə paket əlavə edeyim. Onun daxilində bir dənə klass yaradaq. İndi məqsədim mənim o default-u çağıra bilməkdir də, başqa yerdən, fərqlərini görə bilməkdir. Başqa bir dənə paket yaradıram bunun içində. Adı olsun default, elə fərq yoxdur, eləyək getsin. Bunun daxilində bir dənə. Bunu niyə yarada bilmədim? Gözləyən. Package, bir də deyirəm də. Yazaq, yaxşı yazaq demir. Bunun addosu məsəl üçün person 2-də, özümdən adda verək. Person 2. İndi burada bir dənə bu person 1-də bunu buradan kopyalayıb oraya yapışdıraq, prosto dəyişərik də. Bir də vaxt getməsin onu yazmaq. Bunu silirəm, bu da lazım deyil. Main bu heç. Bax, bir dənə fikir verin. İndi bu bayaqların biz eyni paket daxilində idi. Detail armı normal işlədə bilirdim. Arm nə idi? Arm protected deyil. Arm protected. Düzdürmü? Görürsünüz, burada error verir. Çünki protected-ı işlədə bilmirəm. Gəlirəm. Baxaq görə errorda bizə göstərirmi? Nə eləmək lazımdır? Göstərmir. Deyir ya public elə, o heç, o başqa bir şey. İndi mən nə eləmək istəyirəm? Bunu alıram kommentə. Görün burada P1-in mənə hansı metodları görsənir. Bir dənə şey olmalıdır. Public olan. Heç bir public eləmədi ya orada. Biri protected idi, biri private idi, biri default idi. ISO. Heç bir metodu gəlmir. Düzdürmü? Yaxşı, bəs mən extend eləsəm. Gələm bura. Extend. Person idi, düzdürmü? Person elədim. Abi görəcəm. Bilmirəm, baxaq görək nə gəlir. Yenə də heç biri gəlmir. Bəs yaxşı, nətər eləyək gəlsin? Extend person elə, person 2-də person 1. Nətər? C. Person desəm person 1 eləyək. Person 1-də person 2 eləyək. Elə. Onda mənası qalmır axı. Mən istəyirəm ki, bu persondakı, bu protect'e başqa bir paketin daxilində istifadə edeyim. Hə? Obyektin yaratmışam da, bax. Görsən, yaratmışam burada. Amma gəlmir, bax. Mən burada P1 nöqtə yazıram. Heç nə gəlmir. Yox da default indi çağıra bilməliyəm. Axı demişdik ki, extend eləsəm çağıra bilirəm başqa paket daxilində. Hə.
Yok, ben şey, Və mən indi istəyirəm ki, P1 nöqtə eləyim, mənə hansısa bir düzü private gəlməyəcək, yox heç. O getdi. Protected default ikisindən biri gələ bilməlidir. O heç də o. O heç, o sadə bir şeydir. Yəni, gəlin public yazdım, o gələcək. İndi mən onu eləmək istəmirəm. Başqa zirba, mesela public eləyirəm. Gəlirəm bura, detaillarım gəldi. Bu heç, bu iş deyil, çünki publicdir. Mən public istəmirəm. Araşdırın görək. Rekordu dayandırım. Bir sotəli dəqiqə dedim. Hə. Biri gəlmə, bir nömrə, iki nömrə, bir nömrə, iki nömrə miras. Aha. Burada da söhbət ona görə ki, ikidən miras alırsan da. Məsəl üçün, başqa bir dənə klass Bir yaradıram. lazım deyil, başqa bir klass yaradır. Ay, sol. Bax, məsəl üçün, mən indi ya bunun daxilində, ya bunun daxilində. Niyə birincidən çıxıyor? Çünki, bax, onu deyirəm. Bax, bu person 2, düzdürmü? Bu mənim indiki klassımdır və bu persondan bunu alıb, düzdürmü? Bu personun deyil. Verə bilər. Amma bu zaten bunu bir dəfə verib. Məsəl üçün, mən gəlib burada bir dənə person 3 yaratsam, tutaq ki, deyirəm də. Bax, person 3 yaratsam. Artıq orada 2 ilə göndərəcəksən. Person 2 ilə də göndərə bilərsən, persondan da göndərə bilərsən. Person 2 ilə göndərsən, bax, bir dənə qoy onu deyim, onda laf yaxşı başa düşəcəksən. İndi balaca ilə yazmayıb yox. Tutaq ki, deyirəm, elə təsəvvür eləyək ki, burada bir dənə məsəl üçün metod yazmışıq. Tutaq ki, belə metodumuz olsun. Bu tutaq ki, integer qaytarsın, hesablama olsun. Prosta yazıram indi. Yaxşı başa düşəsiniz də int a gəlir. A gəlir. Int b gəlir. Burada return eləyir. A üstə gəl B. Bax, düşünün ki, bu person 2-ni, person 2 persondan extend eləyib, düzdürmü? Demək, bu person 2 hal-hazırda həm özünün bir metodu var. Bax, bu hesablama. Görürsünüz? Bir də ki, personun bu detail armı var, düzdürmü? Məndə bu ikisi də var. Bir mənim öz qazandığım, məsəl üçün, evim var, bu. Bir də mənim atamdan verilən evim var. Hə? Bu ki, bu mənimdir. Mən indi, mənim məsəl üçün övladım olub, person 3, düzdürmü? Bu person 3 məndən miras alır, düzdürmü? Mən buna öz bütün mal-mülkümü buna miras verəndə, bunun hansı mirasları olur? Bir mənim özümün olan evim bunun adına keçir, bir də mənim atamdan qalan evim də buna keçir, aydındırmı? Amma bu person 3 sadəcə atam buna miras versə, mənim evim onda olmayacaq. Məsəl üçün, bax, person 3-ə bura yazsaq ki, deyəm. Buraya yazsaq ki, extend person, bax belə. Bu sadəcə o detail armı idi, leg istifadə edə bilmiriydi. Birini istifadə edəyəm, həmsə bir dənə detail armı idi da, bura gələndə, başqa paket edəyib. Bir dənə o buna gəlir. Mənimki buna gəlmir. Bax, bu person 2-nin, bu person 3-ün nə dəxli var? Heç bir dəxli yoxdur, düzdürmü? Amma bunu mən person 2 eləsəm, axı person 2 özü də personla extend olur. Başa düşdünüz? Bax, belə zəncir kimi bir-birinə verə bilərsiniz. Yəni, bu arada bir şey dediyim, yaxşı yadıma düşdü. Siz əgər miras aldırırsınızsa, yəni bu extenddirsə bu, 2 dənə klassdan extend ala bilməzsiniz. Ay, sol, hə. Nə? Subclass kimi. Biraz alsın, person 3-dən bir sonra. Eləyə bilərsən də, düzdür. Prosta mən istəyirdim. Yox, bir sən necə? Bax, sən bunu elədin, hə? İndi bunu təzdən burada o detaillarımı çağırmaq üçün P3-dən eləməlisən də. Yenə eyni şey gəlir. Aslında klassın biri artıq. Elə deyil. Hansı klassın? Məsələn, 12-dən 8-ə, 3-cüyə bir boş var. Bunu deyirsiniz? Mən o deyirəm. Yox, bunu yəni mən bu başqa misal üçün istifadə etdiyim bir şey idi. Yəni bunu istəyirsiniz? Yox, yəni yox, bu başqa klass, bu öz başqa işini görür. Yəni bunun oraya əlaqəsi yoxdur. Sən nə deyirdin? Bizim indi bu elədiyimiz bir-birimizə miras almağa gedirlər. Ay, sağ ol. Hə. Amma sizdə çox şeydə məsələn, protected olanı biz person bırakırıq və içinə salınmaq görürük. Hə, bax mən sənə deyirdim ki, bu protected olan bu detaillarımda, düzdürmü? Bunu mən elə ki, mən bunu page-də çağırım. Sən bunu başqa klassa eləsən də, yenə sən bunu persondan çağırmayacaqdın ki, hansı klassdan eləsən onu çağıracaqdın.
person Yeni mənası olur axı. belə gidiyor. Yo, eləmirik. Bax, mən burada detaillarımı çağıra bilirəm. İçinə də bir şey yazım. Yo, bax, bir dənə hal-hazırda görsən, mən bunu çağırdım, gördün? Bu person 3'ü unut. Person 3 yoxdur. Onu unut. Bax, gördün, person 2-də. Bu person'dakı olan detaillarımı necə çağırdım protected olanı? Özündən çağırdım. Person'dan çağırmadım. Mənim sualım öyle. Ya, burada subclass yaratmanın nə mənası var? Təsəvvür ki, mən bir dənə person 4 yaradım. Ona person'u təzən edeyim. Burada da onu çağırım. Onu deyirdim mən. Başa düşmədin, hə? Bax, deyirəm sənə, bax. Bizdə bayaqlarım şərh necə idi? Bu var idi və mən deyirdim ki, mən bu detaillarımı burada dirəşmişəm ki, istifadə edeyim də, düzdür? Bu P1 nöqtə qoydum, detaillarım çıxmırdı, düzdür? Mən də sənə onu deyirdim ki, elə ki, bax, mən bu klasımda person 2-də, başqa klası unut. Bu person 2-də o detaillarımı mən çağırmaq istəyirəm. Protected olanı çağırmaq istəyirəm. Subclass eləyə bilərsən, amma işi bu uzadırsan. Çünki niyə? Çünki axı bu person'un deyil, bax bu obyekt hardandır? Person'dandır. Bu detaillarım axı person'un deyil, bu person verdi person 2'ye. Şo, imtina elədi onu. Görsən gəldi, aydındır. Sizin elədiyimizə görə də ehtiyac yoxdur personun. Ay, sağ ol, hə. Ay, sağ ol, hə. Ay, sağ ol. Bu person biri unudur, ne? Bu başqa misal idi. Bu yoxdur, bunu unutun. Bu getdi. Nəsə sualım var. Hansıdan başa düşmürsünüz? Bir dənə onu deməmişdim. Extend eləmək üçün, miras almaq üçün sadəcə bir klassdan ala bilərsiniz. Bax, məsəl üçün, mən bura person 3-ə tutaq ki də, gəlim yazım person 2, person olmur. Belə bir şey olmur. Sadəcə bir klası extend eləyə bilərsiniz. Bir neçə klassdan istifadə... Yo, yenə ala bilmirəm. Bax, gəl ala. Amma sən person olan klası, person 1-də də çağıra bilir, 2-də də Hə, hamısını, range, hə. Person'u, məsəl üçün də bunu. Range deyən qədər də extend elə. Problem yoxdur. Amma bir klass, sadəcə bir klassdan miras ala bilər. Deyə bilər ki, yaxşı, indi mən istəyirəm ki, 2 dənə klassdan alsın. İndi məcburam da mən, başqa klasslardır. Mən bunları əlaqələndirəm. Hə? Ay, so. Onun üçün, hə. Ay, so. Onun üçün implement eləyəcək. Bax, onun üçün implement eləyəcək. Onun dedi MVC yazanda olsa göstərəcək. Onda da yəni, ikisindən eləmir işi dalğada. Onda implement eləyəcək. Ay, so. Onda implement eləyir. Oca extend sayılmır da, oca implement sayılır. Düzdür, məntiqi extenddir, yenə miras almaqdan adı fərqlidir. Sual. Gedək. Yoxsa sualın. Sual çoxdur. Yaxşı, baxarsınız, mən indi sizə 3 dənə kod satacağım. Bir də dediyim kimi biz indi bunu yazdıq. Bir dənə nə edirsiniz? Maşın klası yaradırsınız. Maşının nə bilim olurdu, indi özünüz onu uyğunlaşdırın. Nə bilim təkəri olsun, motoru olsun, rolu olsun da özünüz eləyin də onu. Və sonra həmin klassdan abstract bilən klass yaradırsınız və daha sonra ondan 3 dənə, bir dənə BMW, bir dənə Mercedes, bir dənə Toyota klasslar yaradırsınız. Ona özəlliklər verirsiniz. Yəni birinin rəngi qırmızı olsun, birinin rəngi qara olsun, birisi göy olsun, elə. O sizin əlinizdədir. Mənim istədiyim sizə nədir? Abstract klass, ondan törəyən 3 klass. Sizə göstərdiyi, o BMW, Mercedes. Hə. Orada ayrıcana bir abstract klası açıb, onu da yaradıb bir-birinə. Extend eləyəcəksən, yazacaqsan. Nərmin, sualın var? Eyni. İndi mən sizə 3 dənə kod satacağım, onu da istəyəcəksiniz.